Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 384. bölümün Allah'ın adı ve yadıyla başlayalım. İnşallah hayırlı olsun. Ne oldu bu? Tamam, geçmiş program geldi. Tamam. Gedək görək bu günlərə hangi kitab bizim şansımıza çıxır ki, onunla tanış olaq və görək ki, bizə tarix deyəndə yəni keçmişdən nələr bizim üçün ərmağan və töhfə olaraq gətiribdir. Dünən ən son Behçetulluğa ilə tanış olduq ki, hangi zaman yazılmışdı. Əlbəttə çox gözəl kitablarla tanış olduq, amma Behçetulluğa ən sonuncu kitabı idi. Yazarı İsmət İbn Fəxrəddin Taşkəndili, Taşkətdən yaşayan, doğulan və ehtimalən ilə orada da fot eləyən bir şəxslə tanış olduq ki, 1100-cü illərdə yaxın, biraz o öz, yəni 1100-dən, bəlkə də öncə əlbəttə, yəni 344-47 il öncə təqribən bu kitabı Hindistanda yaşayan farslar üçün yazıbdır ki, Türkcəni, özəlliklə Cığatay Türkcəsini bilmirlər. Onlar üçün bu kitabı yazmışdı və biz onunla tanış olduq. Çox gözəl bir sözlükdür və biz onu tanımamız daha yaxşı olar. Bu günləri bir-iki kitab açıram. Həzrəti Füzulidən Qəzəllər deyə bir kitabdır və Leyla xanım divanı, baxaq görək ki, və Divanı Muştaq. 3 dənə divan açaq bu günləri görək ki, nə olur. Əvvəl kitabları biraz çildaq səhvəyə yerləşsin, görək ki, nə vəziyyətdə saxlanır. Əgər təzə olsalar, dedik 250 ilin içində olsalar, oxumayacaq. Bununla belə ki, şeir də olsalar, amma əgər biraz əsri olsalar oxuyacaq. Leyla xanım divanı deyə bir kitabla qarşılaşırıq. PDF-də 120 səhifə görsənir. Zahirən də elə 120 səhifə olacaq. Mən səhifələri biraz vururam, görürüm ki, əlbəttə biraz yekəldim bunu. Ağ kağız üstə qoyublar bunu, eləyiblər. Cildi qərədir zahirən, ya da ki, qərə kağız elə bu cür, hələ bəlli deyil nədir. Kitabın içində Leyla Muralizadə Hamid qızı divanı. Beləsi bir şeydir. Please do not remove cards for clips from this pocket. Bu bir kitabxanadadır. O kitabxanada bu kartı yapışdırıblar. Bir dənə kartlı cibi var. Yapışdırırlar kitabın içinə. O kartı ki, kim aparır, kim gətirir, onu qoyur. 2 dənə olur onun içində. Onu yazırlar, adama verirlər. Adam onu yanınca aparır. Əlbəttə, eynisi də qalır kitabxanada ki, bilinsin kimə veriblər, hangi tarixdədir, aparıbdır. Vaxtində də gətirmində çox ağır cərimə eləyirlər. Bu kitab University of Toronto Library, Toronto Üniversitəsinin ya bilim yurdunun kitabxanasında saxlanır. O birisi səhifəsinə baxırıq. Feylən bu kitablar içi kağız divar kimi görsənir. Kitabın özünə yerləşdik. Gəldik birinin əvvəlində bir latincə bir şey yazılıbdır. Əcəba bu nədir deyə sora bilirəm. Divan Leyla xanım. Burada bir mətn yazıblar, yəni düz yazı yazıblar. Aşağısına da yenə bu şeyin möhrü vurulubdur və 1965-də bu kitabxana ehtimalən gəlib yetişibdir bu universitetiyə. 1208 tarixində ehtimalən yazılsa, yəni çox yaxındır, oxumayacaq bunu. Sahibeyi Əş'ari Leyla xanım Suduri Ezam Fəzaili İttisamidən Murəvizadə onun yəni şey olacaq, Hamid Əfəndi sülbündən. Sahibeyi Əş'ar, biraz yekəldim bunu, gözüm rahat görsün.
Latincə üstdə əvvəl ərəb əlifbası, türk ərəb əlifbası ilə yazıb ki, Divan-ı Leyla xanım və burada SM nə deməkdir? 20. Əsrəb Huda Əd-Divan fi sənə 271. Belə bu şey deyibdi, amma o bilmirəm nə deməkdir. Şeydə, sahibi əşar Leyla xanım suduri izam fəzaili ittisamidən Morəvizadə Hamid Əfəndi sülbündə 1208 tarixində Cəhvarə-i Zib vücud və pedərləri müşari ileyh və dailəri şairi məşhur İzzət Mulla Əfəndidən təhsil-i maarifə bəzli məchud eyləmiş. Tamam, bu kitab çox tazadır, yəni 2208-də yəni üst-üstə bu 240 il, 39 il bundan qabaq doğulubdur, əgər tarix şeylə olsa. Əlbəttə, burada deyir ki, ölümün də tarixini yazıblar. İntisabi cəhəti ilə müaxirən Qəllətiyə Moləvi xanəsi cavarində bir xanə-i isticari ilə əglənməkdə ikən aldı Leylayı tələf etdi. Əcəl Məcnuni Misra-i tarixi olan 1264 sənəsinə 1264-də də Allahın rəhmətinə gedibdir. 58 il filan, 56 il filan ömr eləyibdir. Divanından bu xanımın Allah rəhmət eləsin, ruhu şad olsun, bir qəzəl oxusaq məncə yetər. Münacatnaməsindən geçək, o da münacatdır. Nə'ti Rəsul, gözəl nə'tiləri vardır, bəllidir. Kitab çox gözəl nəqqaşı olubdur, nəqqaşı deyirəm, çarçıvə çizilibdir. Əl yazıdır, bunu deyim, burası da deyək ki, əl yazıdır bu. Və şiədir zahirən bu xanım. Feylən buradan gəlmiş o xanımısı əyimmənin haqqında və dini məsələlər, yəni din böyükləri düşündüyü adamların haqqında. Sultan Məhmud xan ehtimalən 4-cü Məhmud haqqındadır. Mərhəmətü ayə-i şəhənşah cahan xan Məhmud ki odur ümmət-i mərhuməyə rahat bəxşa. Zati həqdən bizə bir muhibe-i uzmadır, şükrün ifa edəməz canini de versə dünya. Bəstədir silsili-i ədnə tar rahat. Qaldı məcnun gibi zindan-ı ədəm, içrə cəfa, qalibi mutlaq əda edici. Şəksizdir, oldu məğlubi xilafində olan əhl-i şəqa. Olmuş ikən bir alay xəsmi qəvi bir köşdə, mure-i kafirləri bir işimi bi lütfi Mevla. Cümləsi təmi şəmşir olur inşallah, ateşə asar zəfər olmədədir ruy nəma. Zahirən hər halda bu sultanların birinin haqqındadır. Bu kitabı burada elə qoyaq geçsin və ikinci kitabı götürək, görək ki, bu Fuzuli qəzəlləri, Həzrəti Fuzuliyin qəzəlləri olduğu üçün bu əski bir kitabdır. Kitabın cildi mənə parça gəlir, amma bir o kağızdır bu. Yəni
parça kimi görsənir. Bu parçaları nə deyirdik? Mitqal. Fuzuli Həzrətinin adı ilə bir gözəl nəqqaşi çəkibdir. 4 dana Fuzulini yazıb və bir gözəl nəqqaşi də öz əksi ilə, yəni Fuzulinin təsəvvür ediblər, üz-gözü necə olacaqdır, nə cür geyinəcəkdir, ona bir nəqqaşi çəkiblər, arxasında bir ceyran və bir uşaq. Bir də ki, mud, dərya, gün, günəş, ay, şəm, bunlar hamısı Fuzuli qəzəlləri yazıcı nəşriyyatı. Bu nəşriyyatdandır, Bakıda 1982-də yazılıbdır. Yəni 100 hududdan neçə il bundan qabaq bu yazılıbdır. Tərtib edəni Məhəmməd Ağa Sultanov, müqəddəmə və redaktor Həmid Araslı. Bu şəxsiyyət fikirləm ki, çox da şey deyil, yəni Həmid Araslı fikirləm ki, xətt Hormuz Fərivər. Yəni bu əl ilə yazılıb ki, xəttinlə yazıb ki, kim yazıbdır? Miladi 16-cı əsrin dahi Azərbaycan şairi Məhəmməd Fuzulinin böyük ədəbi əsəri vardır. Azərbaycan ədəbiyyatı tarixində o qəzəl ustadı kimi daha artıq şöhrət qazanmamışdır. Bu kitabda şairin divanından seçilmiş qəzəllər oxucuların nəzərinə təqdim edilir. Mənbə Fuzuli, seçilmiş əsərlər, Bakı, Azər Nəşr 1958. Müqəddəmə yazıbdır. Kitab 122 səhifədə yazılıbdır bir müqəddəmə və hər səfədə PDF-də bir səhifə görsənir. Bu da əl yazıdır. Dövrəsinə də bir ehtimal verin, bu dahi nəqqaşi deyil, bu elə bir yerdən götürüblər, çap haləti var. Amma rəhlər değişilir, onu da görə bilirik. Tamam, bundan da geçək, bu da şeydir, yəni məncə bundan da geçək. Divan Muştaq Baba. Muştaq Babanın divanına gedək görək ki, bu bizə nə deyir? Yazıblar, bu 107 səhifəlik bir divandır. TBMM kütüphanəsi deyə bir yerdə saxlanılır. Kütüphanəsi dediyim kimi adı da odur. 2 yerdə yazılıb vərəqdə. Kitabın əvvəlində bir fərqli bir şeydir. Amma mənim nəzərimə bu çap deyil. Çapdır. Əl deyil. Daş yazıdır. Daş basma. Daş çapıdır. Mənim nəzərimə belə gəlir. Amma bir baxaq görək. Daş çap olsa hər halda oxumayacaq. Çünki əl yazmaları oxuruq. Bir şey axtarıram ki, bu əl yazma olsun. Burada qıraqda bir əsər var ki, əl yazmada, amma yox. Məncə bu zərafətdən, yəni naziklikdə, bu naziklikdə, zəriflikdə qələmlə yazmaq biraz çətindir. Gedək bunun axirlərinə. Xəttlər biraz əyri gəlir, amma oradan yəni xəttlər çəkiblər, onların əyri olmağı bəllidir, xəttkeşi əyri qoyublar, əyri çəkiblər. Ehtimal verirəm bu daş çapdır, amma əyrisi də çoxdur. Oradan da adamı biraz şey edir, nigeran edir ki, niyə bu? Kitaba baxaq. Təriqət-i İlliyyə-i Məşayixindən Muştaq Əfəndi Qəddəsə Sirruhu Əs-Sərmədi Həzrətlərinin zadi təbi aşiqanəsi olan İşbu Divan-ı Bəlağət Dəlili Məzhər-i Zaf Məzhər Əzzaf Rəbbi Məcid Məhəmməd Səidün nizarəti ilə təqvimxani-i amirədə təb'i və təmsil qılınmışdır. Fi əvail zilqədi əş-şərifə
lisəneyi ərbəin ərbəə və sittinə və məəteyni və əlif 1264-də yazılıb bu. Özdə Osmanlıda dövlətin çapxanasında olubdur 1264-də. Görək ki, indi bu 1180 il bundan öncə olur, amma baxın bir hesablayaq. 1447-dir, yox, bundan çıxsaq 1264-ü 182 il öncə olur. Bunu da qoyuruq qırağa. Bu üç kitabı da qoyduq qırağa. Bunları da buradan delete edirəm. Ki gözəldilər, amma yəni kitablar çox da gözəl kitablar, o birisi farsça kitabları oxumaqdan bunlar yaxşıdır və bizə müasirdirlər. Yəni müasir olmaqları da çox önəm daşır. Amma bizim neçə şərt qoymuşuq, onları sındırmaq çox istəmirik. Bəzən sındırırıq əlbəttə. Biri 250 ildən çox öncəki zamanlara olsun. 400 illik, 500 illik, 1000 illik kitablar olsun. İkincisi əlyazma olsun. Bu iki dənə şərtlə kitablara baxırıq. Təqvim-i Türki deyə bir kitabla tanışdıq, bunu açaq və sonra da Divan-ı Rağib Baş, bu iki kitabı açaq, görək ki, bunlardan bizə nə gələcəkdir. Əvvəl kitabları, nəzərə gələn bu kitabı görmüşük, yəni bu Təqvim-i Türkini, çünki çox böyükdür, bu onu göstərir ki, biz bunu oxumuşuq ehtimalən. Kitabın cildinə baxırıq. Bu İran məclisindən gəlibdir, bəllidir, çünki üstünə möhrün salıbdır. Kitabın hər səhifəsinin üstünə möhrün əksini salıbdır. Çox böyük əlbəttə. Ona görə bunu deyirəm, bəlkə tanımışıq. 2 dəfə sansurdan keçməyinin əlaməti, 3 dəfə sansurdan keçməyinin əlaməti möhürləri görsənir. Kitabın cildinin üstündə, əlbəttə kitabın cildini gördük. Qırmızı bir cildi varmış, üstünə də bir kağız yapışdırmışlar. Biraz əpriyibdir, amma aradan getməyibdir. Çox. Kitabın içinə baxanda görürük ki, bu kitabı Mustofi kitabxanası Tehran Şahabad məhəlləsində satırmışlar. Oradan alınıbdır. Kitabın eni 29 santimetrdir. 2 səhifəsi ki, olar, ikisi hərəsi olar 14 yarım eni. Hər səhifənin eni, hər vərəqin eni 14 yarım santimetrdir. Boyuna da baxacağıq qətiən bunun, görək ki, boyu nə qədərdir. Boyu da 20 santimetrdir. Bu bunun şeyi. Dediyimiz kimi 3 dəfə şeydən, sansurdan keçibdir bu kitab. Can qutarıbdır. Ehtimalən fəqət təqvim olduğu üçün şey oldu. Bir dənə böyük kağızla məclisin adını yazıblar, yəni kitabxananın müşəxəssatını yazacaqmışlar, ora qoysunlar. Kitabın bir yerin yazı yazmışmışlar, onu silmağa çalışıblar, əlbəttə tarixi qalır. Şənbə, həfti şəhri Şəbani əl-Müəzzəm. Nəməni şənbə, onu şənbəni oxudum, amma qalan Dərləmi şənbə 7 şəhri Şəban əl-Müəzzəm səneyi 1336-yı qəməridə. Bunu Tacaşdan əlbəttə aşağıda bir cümlələr də yazıb, onu siliblər, bir ayrı cümləsi qalır ki, oxumağı biraz zor gəlir. Bu birisi səhifədə də yine aynı qələmlə, yəni qırmızıya mail bir qələmlə çox da gözəl xətti varmış, amma mən bu xətti oxuya bilmirəm. Yəni düzün deyək, əlbəttə bu yazarın deyil. Bu əslində bu kitab deyil, o xəttə yaxın yazılıb, bir xətt ilə yazılıbdır. Oxuması bunun zor olacaqdır. Kitabın üstündə bir kitabxane-i Şurayı Milli, Məclis-i Şurayı Milli kitabxanə deyə yazıblar möhrünə. Ortasında da şahın, yəni türklərin
şeir əlaməti, həm də əski şeir və onun da altında təsis 1303 deyə bir tarix vurublar. Dediyim kimi İranda Pəhləvilərə, əcdadlara versinlər deyə belə bir işlər görüblər. Tazaşdan bir ayrı möhür vurmuşlar, oxunmur. Kitabın bu dalısına o şey salıblar. Xərab eləyibdir kitabın keyfiyyətini, gətirib aşağıya oxumağın zor elir. Əl yazma çox bir gözəl xoşnevisi deyirlər İranda, xoş yazma. Ondan yazılıbdır, oxuması biraz zor ola bilər. Kitabın dövrəsinə Bismillahın yeri bir dənə böyük çarçivədir, çox təmiz çarçivəsi vardır. Yazının birinci səhifənin ikinci səhifədən çarçivə keçir. 3 səhifəlik düz yazı və ondan sonra mühasibə yenə də yazılar davam edir və Allah Allah, əl yazı bu çox əcib əl yazıdır. Bir səhifə boşdur, ondan sonra yenə də davam edir. Burada da əks belə nəzərə gəlir ki, bu boş səhifələr ki, ya yarım səhifələr ki, boş qoyulub, bunlar nəqqaşi üçün boş qoyulubdur, amma sonra nədənisə o dövrəsinə çarçivə çəkilmədiyi üçün bəllidir ki, hətta o Bismillahın da dövrəsinə bir şeylər dizəcəkmişlər, amma olmayıbdır. Kitab qaçırılıbdır, ya nə olubdur, hər halda o işləri görməyiblər. Bəzi yerdə, yəni səhifədən səhifəyə yazıların formatı dəyişə bilir. Yəni bəzi, məsələn, burada həm yazılar kiçik yazılıbdır, həm də 3 sətir, 4 sətir araları yaxçıdır, sonra sətirlərin arasına sətir jilibdir. Və elə bir ki, 2 xəttdə yazılıb, məsələn, beləsi görünə bilir. Kitab çox əcələ ilə əldən çıxıbdır. Burada da bir şeylər siliblər. Dediyim kimi, bu kitab əlbəttə PDF-də 12-ci səhifədə bir yenə nəqqaşi yeri qala bilər. Bəlkə də bu bölümün qurtarmasına əlamətdir. Ondan sonra çalışdan aynı xəttlə bir ayrı kitab başlanır. Buna biraz yetişiblər. Kitabın həm üstünə 2 səhifənin həm başına çarçivə diziblər, həm də hər səhifənin mətləbinin yazısının dövrüsünə 2 cizgi ilə, həm də biraz pıntı xətt çəkiblər qırmızı qələmlə və burada da biraz düz yazının içində mühasibələr çoxdur. Sonra da cədvəllər başlayır, mühasibələr, cədvəllər və çox ciddi rəhlərlə, qırmızı qərə rəhlərlə bunu oxuyur. Bunu oxumağı çox zor olacaqdır. Dediyim kimi, çünki İran Məclisinin o indi buna mən nə deyim, o möhürün əksini salıblar üstünə. Kitab elə bir ki, məsələn, üstünə bir şey tökülübdür. Fikirəm, kitabın haqqında öncədən danışmışıq, çünki getdikcə mən bu yadıma gəlir ki, demişdim, elə bir ki, bunun üstünə kitabın sonuna gəldik. Tehran bəd saat mənə bəd dərəcat ərz Həmədan. Bunlar da qıraqda mühasibə olubdur cədvəllərin yanında. Kitabın sonuna gəldik, yetişdik. Bu kitab önəmli bir kitabdır, bəllidir. Amma gedək səhifədən görək ki, bizə nə deyir. Əvvəldən biraz bundan oxuyaq, əgər oxuya bilsək. Amma dediyim kimi, fikirəm onu bir dəfədə çalışmışıq oxumağa, oxuya bilməmişik. Çünki bu dalına salınan o Arm Məclisin qapısı, onun əksini bunun arxasına salmaq, bunu bir növ nə cür deyim, deyə bilmirəm ki. Elə bir süd tökülüb kitabın üstünə. Düzü deyim, süd tökülüb ora burasına, gözcü oradan ora biraz axır yəni. Beləsidir şax. Həmdi əncüm şumar, əncüm ulduzların cəmidir, nəcmin cəmidir. Həmdi əncüm şumar və şükri daimül ənvar xaliqi
El-leyli ve nehar. İndi bu leyl çox şeydir. Calib yazılıbdır. Yəni el-leyli və nehar. Əgər o neharı görməsəydim bu leyli oxuya bilməzdim. Bir həftə çəkərdi onu təşkil verəm. Mən nəhayətdə deyərdim ki, bu təsir kimi bir şey yazılıbdır, amma o deyil. Xaliq leyli və nehar cənabi kirdicarə sər görürsünüz beləsi bir müşkil. Yəni bu çox gözəl yazma deyirlər adına. Gözəlləmə bəlkə də mən onu oxumaqda zorlanıram. Səzavarıdır ehtimalən. Cənab-ı Kirdicarə səzavarıdır ki, dərcəhi təbarəkə təbarəkəlləzi cəələ fis-səmai burucən və cəələ fîhâ siracən və qəmərən munirən fəhvası şərifi üzərə əvalimi mütənəvviə xəlq və icad və erbab buyurdu. Bu biraz şey ola, bunu anlamadım. Burada bir dənə də 9 qoyub bunun üzərinə. Bu nə deməkdir bilmirəm. İcad və erbab buyurdu. Burada qıraqda bir yazı yazıbdır. Ehtimalən o 9 gedəcək ora, amma erbab hikmət və kitabı çevirməliyəm çünki bunu əyiribdir. Erbab hikmət və səxxərə ləkum fis-səmavati və ma fil-ərzi. Burada bunu indi fil-ərzi ilə firzə erzi ilə sərəfraz və nə mənə buyurdular oradan çıxırmış. Tamam. O səfiyyə geri gəldik. Sərəfraz buyurdu və sələvat məxsus əbədi zəhur və əşə'i təslimat mufur xatəmül ənbiya dərsin muxtar həzrətlərinə. Bu da dərs xatəmül ənbiya və rəsul olacaqdır və rəsul muxtar həzrətlərinə ərzi şar olsun, ərz-u nisar olsun. Əshabi kən-nücum, yenə burada ərəbcə yazıb da oxuya bilsən, bihim əqtədəytum kən-nücumi və bihim ma bihim əqtədəytum hədəytum məzhərim lütf mənzumi latifi üzərə ashabi با کمالنی اجرام علویه مقدسه قیاس و نسبت دهر bir دلائلی سمتا قبل نمونه صلاح. Bu kitabı biraz oxumaqda zorlanıram çünki dedim də xoş yazıdır məsələn deyirlər. Mən bunlarla biraz müşkülüm olur. Oxumaq olar, nəinki oxumaq olmaz. Amma biraz da bunun şeyinin müşkülü vardı. Yəni bu əksi ki arxadadır, o məni yorur əslində, düzünü desəm yorur yəni. Tamam, bu kitabı da beləsi qoyaq. Fikir eləmdə ki, qabaqcan bunu görmüşük, amma bunu silmirik, bunu qoyaq, gedək bir ayrı kitab açaq. Tarix-i Osmani, fikir eləm bunu da görmüşük. Bir ayrı kitab da açaq ki, Divan-ı Cəlal-Bey, fikir eləm bu Cəlal-Beyin də kitabını görmüşük. Zahirən bu kitabların bir çoxunu bu bölümdə görürsünüz ki, burada bir dənə Divan-ı Rağib Baş, açdıq fikir eləm, Divan-ı Rağib Başı. Tarix, yox, Divan-ı Rağib Başı açmamışıq. Rədifdən çıxdı, onu gedək rədifə salaq.
Tamam. Bu divanı getdi. Tamam. Divanı Rağib Paş yazıblar, amma Rağib Baş burada yazıblar ki 1898 ilində 1765-ci il. Bunlar nədir bilmirəm. Gedək kitabın özünü görək ki, kitabın özündə nələr görürük. Əlbəttə bunu deyim ki, biz bu kitablar ki, bu günləri buradan 5-6 kitab bağladıq. Fikir 5 kitab oldu. Bunlar da biz yazmışıq. Yəni bizim bu keçən 200 ildə də yazsaq, çap da eləsək bizim kitablarımızdır. Və bizim beynimizin, bizim dədələrimizin beynimizin təcrübəsinin, duyğusunun, anlayışının, görüşünün, fəlsəfəsinin, yaşamının nə cür deyim, özətidir. Yəni xülasəsidir. Yəni meyvəni sıxarsan suyu çıxar ha. Bu o bir yaşamın, bir düşüncənin, bir anlayışın, bir duyğunun o suyudur. Sıxıblar, o suyu çıxıbdır, xülasəsini bizə qoyublar, odur. Onlar da önəmlidir. Amma biz bir ölçü qoymuşuq da, ölçü ilə bu ölçü ilə oxuyacağıq, o ölçü ilə oxuyacağıq. Ona görə onları oxumadan tutduq. Oxumadan tutduq. Bu kitaba baxaq görək ki, bu divan hangi zaman yazılıb. Zahirən bu da çapdır. Toronto kitabxanasında saxlanır. Ya bunu gördük nəzərimə. Yox, görməmişik. Bu o deyil. Bu da əlbəttə nəzərimə çap gəlir. Bundan da bir əks salaq beləsi verək. Bu kitab 87 səhifədir. PDF-də də 87 səhifədir. در ستایش Əhməd Paşa Vali Bəğdad. Elə birinci şeir bununla başlanır. Bismillah filanzad da yoxdur. Başında da bir nəqqaşı kimi bir şey çəkiblər, amma nəzərimə naqisdir. Ehtimalən belə deyil, belə olmayacaqmış, amma bu vəziyyətdədir. Kitab məncə çapdır, daş çapdır, eyni o birisi kitaba tay. Gedək, aha burada qutarır əlbəttə. Deyir ki, tarix qoyub buna. Yazıb ki, bilgidə vaqe olur böyle dilara tarix, oldu günə tərəb avrhəb Allah Sultan. Burada tarix qoyub da, amma bində bir vaqe olur böyle dilara tarix, mində bir dəfə belə bir tarix üz verə bilər. Oldu günə tərəb Orhəbətullah Avrəhbətullah Sultan. Belə bir şey deyibdir. Bu nə deməkdir? Tarix-i viladəti Həbətullah. Həbətullah Sultan. Hibətullah Sultanın tarixi haqqında bir şeir deyibdir. Tarixi Müftişürən Çələbizadə İsmail Asim Əfəndi. Bunun bu haqda belə bir şey yazıbdır. Biraz bunlar cəlib oldu. Qeydirəm arıqdalıqdan. Tarixi otağı Ali Paşa, tarixi otağı Ali Paşa. Baş tapmıram, yəni nə deməkdir? Həmdullah, burada da şeir qurtarır. Məzac dövlət və iqbalini تایید ربانی. تاریخ جامع علی پاشا. تاریخ فتح بلغراد. تاریخ müftüşlənə Əsəd Əfəndi. Və əvvəlindəkidir ki, o dərsdaş Əhməd Paşa dedi belə bir şey. Əlbəttə bunların üzündən bir şeylər ələ gətirmək olar ki, bu kitab hangi tarixdə yazılıbdır. 2 səhifə boş qalır. Ondan sonra Divan Sultan Şüəra və Şeyxül Vüzəra mərhum və məğfur Rağib Məhəmməd Paşa rəhmətullah əleyh hərfi əlif ilə başlayır. Burada Rağib Paşa, Rağib Məhəmməd Paşa. Məncə bu kitab yenə şeydir. Kitabın boyu çox uzun bir boyu var.
Buradan bir əks salaq. Bunu verək görək ki, bu nə deyir? Məncə çapdır. Şey də olsa, nə deyək adına? Daş çapı. Heç olmasa bu daş çapıdır. Fəlki olsa gələcəm intixab kitab. Bu kitabın 87 səhifə vərəqləridir. Dediyim kimi bu da o birisi o xanımın kitabı kimi və bir dənə də ayrı bir şeir açdıq ona tay. Yenə bu Osmanlı çapxanasında çap olmuş görünür. Əvvəlində ona buna şeir yazıbdı olar. Ondan sonra da bunun ehtimalən qəzəllərin qoyublar və çap eləyiblər. Kitabın sonuna gəldik. Görək ki, bu nə deyir? Təmmə təb'ü hazəl kitab-ül müstətab bi'unillahil məlikil vəhhab bimətbə'i sahibü səadə əl-bələdiyyə bi-bulaq əl-bələdiyyə bi-bulaq Misrül məhimiyyə fi ibtidai şəhri məhəlləmil həram fi səneyi İsneyn və xəmsin və mə'teyn bə'də əlif min 252 1252 hududən minəl hicrəti mən ləhul izzətü və şərəf. Bu da 1252 olsa bundan çıxsaq 1447 195 il öncə bu kitab çap olubdur. Amma bunun yazanı hangi zaman yazılıbdır, onu kitabın əvvəlində gördük. Əks də saldıq ki, o əksi bir hazırlayaq. Görək ki, bu əksidən bizə bir fayda gəlirmi, gəlmirmi, onu bir danışaq. Nədən isə save olmurdu, oldu sonunda. Gedək görək ki, bu Cimnay bu haqqında, bu kitab haqqında bizə nə deyir? Bu şəkli mənim üçün hər açıdan analiz eder misiniz? Görək ki, bu kitabın haqqında bizə nə deyir? Çünki şairin də burada adı var. Bəlkə bu şairin adı haqqında da bizə bir məlumat verər. Yaxşı olar, yəni belə bir şey çox gözəl olar. Bu feylən bunu məşğul olsun. Biz gedək kitabdan elə bir başladı. Bu şəkil Osmanlı ədəbiyyatı və mətbəəçilik tarixi qalanı gəlməyibdir o haqqında. Amma biz gedək kitabdan bir səhifə oxuyaq, heç olmasa oxumağa başlayaq. Görək ki, nə deyir? Dediyimiz kimi bu kitabda yenə də Torontoda qalır. Dərsitayiş Əhməd Paşa Valiyə Bəğdad. Edincə xameyi sehr afərinim xurdə colani. Edincə xameyi sehr afərinim xurdə colani. Olur nəqş پر طاووس داغ حسرت مانی خیال موشکافم جوهر فردی ادر قسمت خیال موشکافم جوهر فردی ادر قسمت سبک روحی طبعم چوه استدر اددرر مرکز آنزانی یا مرآت صفا اندر صفادر یا مرآت صفا اندر صفادر ذهن در راکم چاودر
آینه جیتی نما صورت ثانی صفای جوهریnden جوهری gül eyler istimdad لقای منظریnden ruh اعظم mest حیرانی ederse نخل بندی çilçi seher آثار اندیشم فضای پهن تحریر üzere نو طرح خیابانی olur her nüşte-i rencini bir gül غنچه رعنا olur her misre-i برجسته bir servi خرامانی. Devamı var, çok uzun bir nəqd yox, tərifdir bu şeydən elir. Ondan ehtimalən purpara alacaqdır. Əvvəldə dedik ki, bu Əli Paşa, Paşanın adı nə idi? Əhməd Paşa idi. Tamam, bu Əhməd Paşa idi. İndi bir dənə də ayrı Əli Paşa var. Ona da bir tərif deyibdi. Əlbəttə burada məscidinə deyibdi, özünə deməyibdi. İmam Əhl-i Sünnət Həzrəti Sultan Məhmudun Vəzir-i Əzəmi, yəni Əli Paşa Asəfra Gülkəldün Sədri, bilmirəm nə oxunar bu, Kələdün Sədri mövquf eylədi xeyratə oqatın neçə məscid, neçə təkkiyə, neçə çeşmə edib ehya. O xeyratın biri də işte bu paçizə camidir ki, oldu qübbəsi cərduni hərfəndaz istila. Belə bir şey yazıb. Müqərnəs taq mehrabi səbahül xeyr pişani mənar nazuk əndami عمودی sübhüdür cüya. Həmişə qiblə-i hacat edib dərgah payindən oxuya bilmirəm. Bunun gibi neçə xeyratə tövfiq eyləyə Mevla. Edər ismilə tarixin bu misrə rağib təfhim yapıldı mövqeində Cami-i Nur Əli Paşa. Tarixi də bu hərfin içindədir. Gələ axtarıb tapıla. Gedək görək bunun haqqında. Mənim nəzərimə bu kitab şeydir. Niyə bu gətirmir? Ehtimalən o getdi aradan. Tamam. Bir daha bunu getirək. Bu şəkli hər açıdan analiz eder misiniz? Görək buna görə bir şey gətirir, yoxsa yorulubdur. Bunu əlbəttə bu geçən gün çox işlətmişəm. 5 saat işlətmişəm. Bir şey bunlar analiz edirdik. Ona görə bəlkə indi biraz gedək bu ChatGPT-dən də soruşaq. Bəlkə ChatGPT tez gətirdi. Görək, bəli, bu gətirdi. Hələ o orada gətirmir. Ehtimal verirəm ki, onun o vaxtı ki verir, qutarıbdır. Bu səhifəni hər tərəfdən diqqətlə incələdikdə bir neçə mühüm xüsusiyyət görünür. Xətt və yazı üslubu. Bu xətt qalibən nəs xətti ilə yazılmışdır. Hurufların açıq, düzgün və təlimi olması bunu xəttin kitablar və dini ədəbi mətnlərdə çox işləndiyini göstərir. Bəzi satırlarda xəfif təliq təsiri də görünür, lakin əsas nəsxidir.
Pəs bu əlyazmadır. Səhifə tənzimi, təsmin və tərtib. Səhifə çox nizamlı bir çərçivə içinə alınıb. Ətraflarda süslü yıldızcıq və gül manənd motiflər var. Mətn sütunlara və küçük bloklara bölünmüşdür. Bu, Osmanlı dövrəsinin çox görülən ədəbi, təsəvvüfi ya şeiri məcmuə səhifələrində bənzir. Başlıq və orta qismət. Ortaya yaxın yerdə hurufi əl-əlif yazıldığı görünür. Bu, mətnin əlifba əsaslı nəzm ya da hurufiyyə təsəvvüfi mənası olan bir təqsimat olduğunu göstərir. Məzmun, mühtəva. Oxunan parçalara baxdıqda eşq, yar, dil, qəm, məhəbbət kimi kəlmələr var. Bu da mətnin təsəvvüfi və ya aşiqanə şeirlər içərdiyini göstərir. Bəzi sətirlarda ilahi eşq, insanın acizliyi, yar ilə visal arzusu gibi mövzular işlənilir. Təzyinat, təzyin və zəxrəfə ya zuxrəfə, yıldız şəkilli motiflər, çərçivələr, bölümləri ayıran süslər, süs bəzəklər. Bu təzyinat kitabın sadəcə oxumaq üçün yox, həm də zibai və hünər qiyməti olan bir nüsxə olduğunu göstərir. Üst qismət şəkilli xətt. Səfənin başında yıldızlarla dizilmiş bir qavs kaman var. Bu, ya sadəcə təzyindir, ya da mənəvi bir təmsil. Məsələn, seyr-i sülük yolu, yuxarı çıxmaq və inmə. 7. Tarix və dövrə təxmini. Bu xüsusiyyətlərə baxdıqda bu səfhə çox ehtimalla 17 ta 19-cu əsr Osmanlı 200 il arada fasilə qoydu. Yəni 1600-dən latincədə, yəni Məsih tarixində 1600-cü illərin əvvəlindən ta 1899-a qədər 1600-dən ta bir belə ayrı aralıq olmamalıdır. Əsr Osmanlı dövrəsinə aid çap. Bəlkə litoqrafi ya əlyazma təqlidi çap olması mümkündür. Çap nə? Yəni çap deyil. Bəlkə litoqrafi ya əlyazma təqlidi çap olması mümkündür. Məncə daş çapdır. No. Bu səfə ya bir divan, şeir məcmuəsi, ya da təsəvvüfi nəsihətnamə, ya da hurufiyyəyə aid bir əsər olmaq ehtimalinə malikdir. Əgər istərsəniz mətnin sətir-sətir oxumasını ya sadə türkcəyə çevirini ya da yazar və kitabın dəqiq təşxisini birlikdə. Bunu götürüm qoyum ki, yazar və kitabın dəqiq təşxisi. Haqda geniş bilgilər verər misin? Deyir ki, bu səhifəyə baxdıqda yazar və kitabı dəqiq şəkildə qəti təyin etmək, açıq demək lazımdır ki, açıq demək lazımdır ki, tək bir səhifə ilə %100 yəqinlə mümkün deyil. Lakin əlimizdəki dəlillərə əsasən çox qəvi ehtimallar və elmi təxminlər vermək olar. Səfənin ortasında hərfi lam filan, hurufiyyə məktəbinə aid mətnlər ya da əlifba əsaslı təfsir onlar deyil. Bu da əsərə sadə divan. Bəlkə hərflərin mənəvi təfsirinə ya əlifbayı nəzm filan, ehtiva və üslub hurufiyyə onlardan da geçaq, rəmzi, Fəzlullah, Osmanlı türkçəsi və şeiri.
Deyir ki, bu da gətirir 15-18-ci əsr Osmanlı təsəvvüfü şairlərinə. Adamın adını yazıbdır. Nəsimi, Fuzuli, heç birisinə bunların bağlı deyil. Kitabın adı orada yazılmışdı. Yəni cəlibdir. Burada hardaydı o əks əgər baxsaq. Burada hələ qalır. Gəltirməyib bu. Burada Divan-ı Sultan-ı Şüəra və Şeyx-ül Vüzəra yazılıbdır. Bunu nədən oxuya bilmir ki? Və Məğfur-i Rağib Məhəmməd Paşa. Bu şeyin biraz müşkülü olmasaydı gedərdik bundan soruşardık, amma bunun da müşkülü var. Gedək kitabın o divanın o bölümünə. Görək ki, bunun divanına mən o şeyləri çox sevirəm. Əl yazıları, bunları biraz daş yazı görəndə dahi ona göylüm onlara çox gedir. Bunlara o qəd geçmir. Divan-ı Sultan-ı Şüəra, bunu beləsi yazaq. Divan-ı, kiçildi eləyək bunu ki, buraya yerləşsin. Divan-ı Sultan-ı Əl-Şüəra və Şeyxul Vüzəra mərhum və məğfur Rağib Məhəmməd Paşa haqda bilgilər verər misiniz? İndi bunu biraz dəyişdirək. Sultan Vəzir mərhumun götürək. Bunları rahat bizə bir şey versin. Əslən qoymur göndərək, yəni daxı o göndərməyi da qəbul etmir. Mən fikir edirəm ki, bu bəzən yorulur, yəni bir uzun zaman bu cimnayı işlədəndə əvvələn tez çalışır ki, qutaraq söz, yəni yığmağa çalışır. Yenə aynı vəziyyət. Gedək görək bu şey nə deyir. Rağib Məhəmməd Paşa təqribən 1669-1763-cü miladi Osmanlı dövlətində sədrəzəm vəzir olmuş. 1699-dan 1763-ə dək ola bilməz. Yəni bu 64 il vəzir olubdu. Yaşamağıdır, illəri, bu illərdə doğulub ölməsini yazıbdır. Sədrəzəm olub, məqamına qədri ulaşmış. Həmən də şair, ədi və alim olmuşdur. Həm siyasətdə, həm ədəbiyyatda çox yüksək məqam qazanmış. Bu səbəbdən Şeyxul Vüzəra vəzirlərin başı, Sultan-ı Şüəra şairlərin sərvəri ləqəbləri ilə tanınır. Divan şeir məcmuəsi. Rağib Paşa divanı Osmanlı ədəbiyyatının mühüm əsərlərindəndir. Xüsusiyyətləri. Qoy bunu əvvəl deyək ki, tarixləri şeydə yazsın. İndi əgər bunu desə, yox, istəmirik, burada istəyirik ki, bunu desin. Tarixləri hicri ilə yazar mısın? Tazaşdan bunu deyək. Divanı
Rağib Məhəmməd Paşa. Kitabın adı bu. Deyir ki, bu 1110-dan doğum 1110 Hicri, vəfat 1176 Hicri, sədrəzəmliyi 1170-dən ta 1176, yəni ölümünə qədər arası Osmanlının sədrəzəmlərindən olmuş. Yəni Sultan Mustafa 3-cü Sultan Mustafa'nın dövrəsində dövlətin ən yüksək məqamına yüksəlmiş. Çox zirək və tədbirli dövlət adamı idi. Maliyyə və idarə işlərində islahat yapmışdır. Elm və ədəbiyyat əhlini himayə etmişdir. İstanbulda kütüpxanələr, mədrəsələr qurub elmi həyata çox böyük xidmətlər etmişdir. Ədəbi şəxsiyyəti və divanı. Rağib Paşa klassik Osmanlı şeirinin qəvi şairlərindəndir və Divan-ı Rağib adı ilə tanınan şeir məcmuəsi var. Divanın xüsusiyyətləri, şeir üslubu, çox diqqət, dünya təcrübəsi, insan təbiəti, əxlaq, xalqda filan. Məşhur rəqəblərin mənisi, onlar da geçək. Rağib Paşa kitabxanası, kütübxanəsi. O, İstanbulda Rağib Paşa kütübxanəsi adlı məşhur kitabxanəni qurmuşdur. Diqqət buyurun. Ha vaxt, quruluş tarixi 1175-də. Bu kitabxana əlyazma əsərlərlə zəngindir. Bu günə qədər fəaliyyət edir. Ədəbi tarixdə yeri nitəcə. Rağib Məhəmməd Paşa 1110 Hicridən 1176 arası yaşamış, sədrəzəm, alim və şair olmuş, divanı da filandır. Tamam. Bu tarixi bildik. İndi bu adam deyək ki, divanın özü yaşarkən yazıb qətlən, öləndə də deyək qutarıbdır. Bunun tarixini çıxarsaq, 1447-dən çıxsaq, 1176-1176-nı çıxsaq, 271 il öncə bu kitab ehtimalən dahi az bir ehtimalla 271 il öncə yazılmış ola bilər. Bəlkə də öncədən yazılıb, amma biz axir həyatının ən sonunu qoysaq, bu anlama çıxar. O kitablardan da ki, oxuya bilərik. Əlbəttə, siyasətdə də çox yeri olduğu üçün. Bu nədən, məsələn, kitabı şeylə başlayır? Sədrəzəm olan nədən, məsələn, Bəğdadın valisi ilə bunun kitabını başlayırlar. O mənə biraz əcib gəlir. Yəni, düzünü axtarsaz, sədrəzəmdən belə bir şey çox əcib gəlir mənə. Tamam, bunlardan geçsək. Kitabın gələk o əsl qəzəl yerlərinə onlardan. Nə qədər olsa ədəb pərdə kişi raz bana. Nə qədər olsa ədəb pərdə kişi raz bana. Şuxi əşküm olur ilahilə qəmmaz bana. Tağ əbrulərini yad ilə nuş etsəm mey. Tağ əbrulərini yad ilə nuş etsəm mey. Badeyi nöxxüm əflac gəlir az bana. Badeyi nöxxüm əflac gəlir az bana. Şoq ruxsani ilə nalələr etsəm pursuz. Şoq ruxsarın ilə nalələr etsəm pursuz. Öləməz bülbül şuridə həmavaz bana. Sahibi nəxş rüstəm ki bu ləbət şədədə. Sahibi nəxş Rüstəmdir, beləsi oxunur. Sahibi nəxşu şuridə.
Şahib o nəsr و rəstəm ki bu ləbət kədə qalib olmaz nə qədər olsa dəğəlbaz bana. O Rüstəm olacaq delə. Sahibi nəqş و Rüstəm ki bu ləbət kədə qalib olmaz nə qədər olsa dəğəlbaz bana. Arzu eylər edim şivəsini təhsilə. Arzu eylər edim şivəsini təhsilə. Etdi təlim təğafül nicəhi naz bana. Xoş hüvəl haqq olacaq, əlqi yazıbdır. Xoş hüvəl haqq ilə şöhrətdə içən aləmi ab. Bülmədim siffətini düşmədi həmsaz bana. Ben o mührü ilə rağib sözümü sağ etdim. İmtinan eyləməsin çərxi çəpəndaz bana. İkinci şeirinə baxaq bunun. Saqi təlxani qəm nuşidir məşrəb bana. Saqi təlxabi qəm nuşidir. Təlxabə acı su. Nə deməkdir onu bilmirəm. Saqi təlxabi qəm məşrəb bana. Nuşidir məşrəb bana. Saqi təlxani qəm nuşidir məşrəb bana. Vadi nakamidir muxtar olan məzhəb bana. Mən fəqiri etmə təkməz məmnun əbnai zaman. Ben fəqiri etmə tək məmnun əbnai zaman. Hasıl etməzsən dəcül qəm mətləbim yar bana. Olmusən mi asmani talim اوضاعی سعد. سهم مژگان قوس ابرو خالdır کوکب bana. Qaçmazam zorundan amma səndə bi insafsən. Qaçmazam zorundan amma səndə bi insafsən. Lütfün əğyarə həmişə dərd و qəhrün həb bana. Rağib و talibdə olsam, rağib و talibdə olsam, hirs و xahiş eyləməm. Çün dəcül hərciz husuli mətləbim mətləb bana. Güzel şiir. Gedək bir ayrı səhifəsindən bir ayrı kitabı oxuyaq. Bir dənə şeiri farsıdır. Burada ortada bir şeir, fəqət onun bir-iki beytini oxuram, qalanını oxumuram. می کند دریای خون آخر سر کوی تو را آب شد خون اجل şəmşir ابروی تو را. Beləsi bir şeirlə başlanır. Hərfi ba kitabın əvvəl calibdir. Götürsə tabiş ruxsar yarə tab kitab. Götürsə tabiş ruxsar yarə tab kitab. Olurdu səfi təqvim aftabi kitab. Kəlal verdi təmaşayı hüsnü ziyadə. Kəlal verdi, nə kəlal vermək nə deməlidir bilmirəm. Kəlal verdi təmaşayı hüsnü ziyadə. Əcəb mi gənc nəzəranə gətirsə xab kitab. Bu kəlal nə deməkdir? Bu hala işləmir. Bunu bağlayaq. Bu ehtimalən bizi bu günləri qəbul eləməyəcək. Kəlal. Görək kəlal nə deməkdir? Kəlal sözü siyaqa görə bir neçə mənida işlənər. Osmanlıca və qədim mütünlərdə bu sözün ən çox görülən məniləri bunlardır. Nə mənədir?
Kəlal. Yorğunluq. Yorğunluq, kəlal. Taqətsizlik, zəiflik. Bu üç dənə daha işlənir. Kəlal gəldi, yorğunluğum artdı. Məcazi mənədə. Zehin yorğunluğu, fikir süstü, bihal olmaq. Tibbi mənada bədənin qüvvətdən düşməsi, xəstəlik haləti. Ədəbi mütunlarda aşığın zəifləməsi, eşqdən yorğun düşməsi kimi mənalarda işlənir. Yorğunluq, zəiflik, taqətsizlik. Bu üç mənada kəlal bilmirdim, cəlib oldu. Nə yaxşı ki, bunu öyrəndik. Kəlal verdi təmaşayı hüsnü ziyadə, əcəb mi gənci nəzər anə gətirsə xab kitab. Olur mu nəşveyi suri və mənəvi, hərgiz təəmmül eyləməz məclis şərab kitab. Olur mu nəşveyi suri və mənəvi, hərgiz təəmmül eyləməz məclisi şərab kitab. Səzayı buseyi təzim müshəf ruyun. Çox gözəl deyib bu. Səzayı buseyi təzim müshəf ruyun, müəllif ilə şərəf ilə ra kitab-i kitab. Müəllifi ilə şərəf eylər iktisab-i kitab. Görən deməzmi Gülüstanın əksini cudə, çəməndə gördüyümüz var, bəzmidir ab kitab. Ola bilər bizimdir ab kitab. Görən deməzmi Gülüstanın əksini cudə, arx. Çəməndə gördüyümüz var, bizimdir ab kitab. Səqin ki nüsxə-i əxlaqın olmasın məxşuş, olunca xəbti verir Adəmə əzab kitab. Fələkdə ruzi əhbab edər idim rağib, damağım olsa əgər etsəm intixab kitab. Çox gözəl, sevdim bunu. Bir dana da ehtimalən vətən haqqında bir şeiri burada gördüm. Vətən kəlməsini gördüyüm üçün deyirəm. Əcəb müvafiq məşrəbi səfai aləm ab. Əcəb müvafiq məşrəbi səfai aləm ab. Nümunə xaki vətəndən həvai aləm ab. Cünun əqli izalə edər sulasə ilə. Dinləmi meykədə dar şəfai aləmi ab. Bu nə mənədir? Dikləmi kimi yazılıbdır. Dinləmi meykədə dar şəfai aləm ab. Suyunda qullənə gör saqi keşti tərəbi. Suyunda qullənə gör saqi keşti tərəbi. Xuda üçün etdi səni naxudai aləm ab. Güzəştə dəhrlərini ab ilə edər əşrab. Gəlir qulağıma neydən sədai aləm ab. Yəni bu şeiri indi məsələn Fuzuli Nezadla tutturanda vaqəən məsələn mənə yapışmır bu şeir. Demirəm şey deyim, mən şair deyiləm ki hər halda. Bu da bir özü mənalı, dərin mənalı şeiridir. Amma müqayisə eləyəndə, yəni nigahım gül be çeşmi həsrəti didardır sənsiz. Nigahım gəl be çeşmi həsrət didardır sənsiz. Səfi müjganlarım xar sərd divardır sənsiz. Mən bəlkə anlaya bilmirəm, ona görə şəbi fürqət
tecelli zari hasrettir xiyalınla. Şeb fırqət təcəllizar həsrətdir xiyalınla, nəhali qədr ahım, nəxl atəşbardır sənsiz. Şərər şəbnəm, gül atəş səru sərkeş, şölə-i sümbül dud, sərapay gülüstan eyni atəşzardır sənsiz. Birinci bölümün ən azından düşünmürəm. İkincisini düşünəndə bilirəm nə deyir. Edər xunciryə dağı camə nilidə matəm ah, əcəb tabu təbü fürqətdə dil bimardır sənsiz. Sərasər şöylə seyr ahəng fəryad nəvasazım, kloni üstüxan sinə musiqiyadır sənsiz. Kloni nə deməkdir bilmədim. Bu da tamam, bu şair mənim üçün deyil. Yəni mən bunu türkcə yazıbdı. Farsçası içində çoxdur kəlmələr, amma gedək bunun axirindən görək axirində nə yazıbdı. Kitabın qutulması burada yazmışmış. Yazıbdı ki, təmmə hazəl kitabil əl-müstətab بعون الله الملك الوهاب بمطبع صاحب السعاده البلدیه ببلاغ مصر المحیمه في ابتداء شهر محرم الحرام divanın təb tarixi. Təb yəni çap olmaq da, təb tarixi. Mən bunu təbii yazıbdır. Onu indi əlan deyərəm. Bunu cəlibdir ki, oldu Məhərrəm ayının səneyi İsneyn və xəmsin və miəteyn 200 bədə əlif. Yəni 1252 Hicri. İndi bu çap tarixinə baxsaq, görək ki, özünün tarixində çap, özü yaşarkən çap olub ya yox. 1447-dir yox, bundan çıxsaq 1252 195 il öncə bu kitab çap olubdur. Yox, özü öləndən çox sonra çap olubdur. Allah Teala rəhmət eləsin. Çünki özü 271 il öncə fot eləyibdir. Bu isə yəni kitabın çapı 195 il öncə çap olubdur. Məncə bu çap da əlyazı deyil. Hala belə düşünürəm, amma hətta niyə belə düşünürəm? Bunu dəlilini deyim sonra, çünki dostlarımız bir zaman baxsalar. Məsələn, bu son səfədə 4-5 beyt şeir var. Bu 5 beytə baxanda hurufların bir-birinə yapışdırdığını görürük. Nə cür? Məsələn, mən hətta indi getirəm bura, yəni huruf olanda, hurufdan danışanda gedir, qurquşunla çap olan dövrə gedər. Çünki məsələn görürük, deyək ki, bunu əlbəttə biraz yekəldim, bunu əgər şey eləyə bilsəm, yekəldə bilsəm, dostlar bunu yaxşı görərlər inşallah baxanda. Məsələn, burada bir dənə, həyatın heyinə baxanda, həyatın hey qırılıbdır vəsətdən, yadan ayrılıbdır. Bu ya özü yenə, bu həyatı, bunun yerin ucu, nə cür deyəcəm bunu, tozif verə biləm, fəqət görmək lazımdır. Bunun ucu dəndanə ilə başlamır. Dəndanədən qabaq bir şey var, o birisinə yapışmaq üçün, heyə yapışmaq üçün, yəni orta ye deyək. Orta yeyə nə cür yazılır? İndi bunu mən burada orta yeyin əksini çəkim ki, nə cür yazılır ta bu kitabda. Bu kitabda ya Osmanlıda bəlkə orta yeyə biz nə cür yazılır, onu görə bilək.
Məsələn, bu H-dir, Həsən H. Amma bu yapışılacaq bir Y. Y beləsi yazır. Bir dənə xətt gəlir, dəndanə kimi olur, tazaşdan gəlir. Əlifin ucu ki buna yapışacaqdır, o da beləsi yazılır. Biraz ucu beləsi olur. Yəni bu Y ki altında 2 nöqtə qoyaq da bura. Tamam. Bu 2 nöqtə buradan yapışmaq üçün aha. Ayrı görsənəcək bu, amma bu H buna görə ki yapışsın Y, bu Y-nin əvvəlində bir belə şey olur, sonra dəndə bu dişi olur, sonra devam edir və ucu əyrilir adca. Əlifin də aşağısı əyrilir ta buna bir-birinə yapışsınlar. Və bunların hamısının arası qırıqdır. Məsələn, sirab sözünə baxın, s ilə yırı arası sin qırıqdır. Yırı qırıq deyil. Ya məsələn, teşnə sözü, teşnə. Bir dənə əlif kimi var əvvəldə, onun qırığı var. T yazılıb qırığı var, şın qırığı var. Bu bunu göstərir ki, bu huruflar bir-birinin dibinə düzülürmüşlər. Məncə qurğuşumdur. Qurğuşum dövrünün çapıdır hətta. Yəni daş çapma deyil. Ya məsələn, ən mühümü bu namə sözünə, sərnamə sözünə baxanda sərnameyi mehi eydi. Bu sərnaməyə baxanda sə uzun çəkilibdir əl yazma kimi, amma qırılıb, sonra r-ın başında əvvəlində bir yapışmaq üçün bir hərəkət veribdir. Sonra namənin mim və h-yi yapışdırmağa diqqət eləsəz, görərsiniz ki, bu 2 dəfədə təkrar olubdur. Məncə bu çap dövrüdür. Hər halda, məncə bu çap dövrüdür və bunun da üstündə israr edirəm. Mən deyirdim və hətta mən belə düşünürdüm ki, bu ola bilər daş çapı olsun, amma daş çapı deyil. Məncə bu qurğuşum tökülən hərflərlə yazılmış bir çap olmuş bir kitabdır. Və bu ehtimalən preslərdəndir. Yəni dana-dana səfələri qoyurlar, üstünə basırlar, qoyurlar qırağa, cöhər. Mənə bu gəlir. Onun üçün də hətta bu dövrədə cədvəl çəkiblər, çarçıvə çəkiblər. O çarçıvəyə də baxanda çarçıvənin də namünəzzəm olduğunu bu şəkildə görürük. Çünki hər dəfə bunu qoyanda rəngin izafəsi qıraqlarına daşıbdır. Məncə belə gəlir. Yəni, məsələn, çarçıvəyə baxanda bu çarçıvənin qırağındakı rəng yapışır o birisi tərəfə. Ehtimalən, məsələn, silməyəcəklər, ona görə hey o qırağa daşa bilir. Onu mən burada görürəm. Hər halda bu kitabı da gördük, bununla da tanış olduq. Bir növ ağır ədəbiyyatdır, mən anlamadım mənasını, amma bu qədər yetər məncə. Gedək bir ayrı kitaba baxaq, görək ki, nə var. Bu günləri çox kitaba baxdıq, amma burada ayrı kitab açmışdıqmı? Açmışdıq, tamam, buradan baxacaq. Burada bir kitaba baxırıq, bu Fransada saxlanır. Umarım ki, bunu görməmiş olaq. History. Bu fikirlə bunu da görmüşük. Fransada saxlanan bir kitabdır. Yox, görməmişik. Nəqqaşisi çox gözəldir. Bu nəqqaşini görsəydim, yadımda qalardı. Bu nəqqaşini görməmişik, xətmən. Görsəydik, yadımda qalardı. Bu kitabın adı Tarixi Osmanidir. Qabaqcan bu haqda çoxlu kitablar görmüşük. Hətta bu Fransada saxlanılır məncə. Bəli, Fransada saxlanılır və görüm ki, bir şey də oxuya bilirik. Səduddin adında bir adam ehtimalən bunu yazmış. Xoca, Səduddin Xoca Əfəndi adında bir şəxs bu kitabı yazıbdır. Bu Fransada belə bir şey oxuya bildim. Adı, o birisləri, mənasını bilmirəm, amma yəni bir ayrı dildir də. Amma o adları oxudum, tanış olduğu üçün bildim ki, nədir. Kitabın cildinin içinə baxırıq. Kitabın cildi baxırıq bir kağız üstünə çəkilibdir və nəqqaşı var imiş bunun üstündə əlbəttə, kağızın üstündə. Qardonun üstünə, ya müqəvvanın üstünə çəkilibdir. Kağızın, üzrə cildin şirazəsini parça ilə yapışdırıblar kağıza və
içinə baxanda, içində bir gözəl su üzündə nəqqaşı çəkiblər. Vaqəən gözəldir, yəni sevdim. Bundan belə ki, şüşələrə bənzir, camlara bənzir, amma vaqəən gözəl nəqqaşı o zaman bu su üstündə çəkilibdir. Hər zamanmış bilmirəm. Bir neçə səhifə üst-üstə 1, 2, 3, 1, 2, 3. 3 səhifə boşdur. Ondan sonra kitabın haqqında bir əlyazma görürük. Bu da o gözəl əlyazmalardandır ki, mən oxumaqda zorluq çəkərəm normalda. Ona görə də bunu oxumayacağam. Fəqət bir tarix gördüm, bu tarixə baxın. Sahibi in tarix Ali Osman nə mənədir? Vilariyə xətmü əvamı bil xeyr. Əvaqibi bil xeyr. Oxuya bilmədim ortada nə yazıbdı. Dedim bu sahibi in tarix Ali Osman vilariyə xətmü və əvaqibi bil xeyr səni xəmsə və səlahinə və mə'tə və əlif. Bunun əvvəl kitabın adı Tarix Osmandır. Bunu yazaq. Bu bir, ikincisini də burada yazaq. Bu ikinci kitabdır. Ad Tarix Osmani. Tarix Osman. Osmani tarixi gərək yazılsın. Yazıb Tarix Osmani. Mən də elə o cür yazdım, amma burada yazıb ki, sahibi in tarix Ali Osman. Ehtimalən beləsi olur. Sahibi in tarix Ali Osman. Burada bir ad yazıbdır. Vilariyə. Ehtimalən Vilariyə bir ad mıdır? Xətmü və əvaqibi bil xeyr. Səneyi. Bu almaq tarixi olacaqdır. Mən indi bunu burada yazsam. Səneyi xəmsə və səlasinə və mə'tə və əlif. 1135. 1135-də bu kitab alınıbdır. Belə görünür. Çünki sahib bir nəfər, bu özü də mənə gəlir ki, xarici bir adam alıbdır. Bu kitab ehtimalən 1873-də gedibdir çıxıb Fransaya. Ehtimalən. Burada bir kitabın bir səhvəsində Calib sahibi Yusuf ibn Qaynəmənə ki düşməyibdir. Əksi də ilə salıblar ki düşməyibdir. Və məvahibül bari li əbdürraci iləğufran Rabbihil ali. Bunların nüqtəsi yoxdur, dəndanəsi yoxdur. Mən özümdən bunları bir şeyə bənzədərək oxumağa çalışıram. Nəməni sahibül kitab, burasını da oxuya bilmədim. Sahibül kitab olacaqdır elə. Amma yox. Əl-Katib Səhdül Kafil Nəqsimul Bələdiyyə Əl-Bi'ələtil nəmənə oxunmur. 3 dana möhür burada görünür. Sonra da bu Fransənin kitabxanasının möhrü görsənir. Gedək kitabın içinə. Kitabın birinci səhifəsinə gələndə, kitabı əlbəttə səhifəyə yerləşsin. Kitabın boyu uzundur. Bunu birincisi deyim ki, kitabın boyu uzundur. Kitabın iki tərəfində, birinci səhifənin, kitabın sağ tərəfi, yəni səhifənin açılan tərəfinə və aşağısından yer qoyubdur yazmaq üçün. Ortada bir gözəl motif işləyibdir, ya təzhib işləyibdir üstdə, yazının başında. Ki, ehtimalən bunun ortasında cinək divanın adı olsun, amma burada görsənmir. Və ya Bismillah olsun. Üstdə də Osmanlı dövründə, Osmanlı dövrünün ən gözəl şeyi budur. Yəni, görsədir. Bir dana minarə, bir dana günbəz, məscid, cami günbəzi var. Üstündən göyə gedən düşüncələr. İçində insanın içi ya göyün içi bu olaraq və onun da içinin içi var. Bu da beləsidir. Sonra da onun altında o Bismillah üçün ya kitabın adı üçün bir yer vardı. O da bir təzhibdir. Çox gözəl və ondan sonra kitabın mətni başlanır. Əcib bir əlyazması, çox gözəl bir əlyazma ilə və nədən isə Bismillahsız. Dedim, ehtimalən Bismillah üstə yazılıbdır. Bunun gözəlliyi həm xəttin gözəlliyindədir. Sətirlərin arasının yaxçı aralığı var. Boşluqlar yaxçıdır. Kəlmələr bir-birinə yapışıqdır təəssüflə. Yəni,
təşxis vermək olmur ki, bu kəlmə harda qutarır, harda başlayır. Kəlmələrin harda qutarıb sözlər bir-birinə yapışıqdır, bir-birinin içindədirlər əslində. Amma hər bir neçə kəlmədən sonra bir qırmızı dairə qoyubdur, kiçik yumru bir şey qoyubdur. Bu o virgül, bugünkü virgül dediyimiz ya da nöqtə yerinə də işlənə bilər. İkinci gözəlliyi bunun, bununla belə kitab şuluq görsənmir. Oxumaq zor olar, çünki kəlmələri bir-birindən ayırmaq oxucunun öhdəsinədir. Yazar aralarında ara qoymayıbdır ki, bunu oxucu rahatca oxusun. Bu birinci müşkülüdür. İkinci şey ki bunda görünür, budur ki, tüm hərflərin, hər kəlmənin hər hərfinin üstündə onun səsin yazdığı üçün standart eləyibdir. Və bu dövlət kitabı olduğu üçün kağızı da çox önəmli bir kağızdır. Təəssüflə bunu kəsib də saxlayıblar, yəni şey olubdur. İkinci səhifədə bu çarçıvə ki, birinci səhifədə var idi. O çarçıvə qalır. Neçə xətt ilə də onu oxusaq, o da calibdir. Onu da əgər göstərə bilsəm burada. Çarçıvə 1, ən azından 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 rənglə deməyək, 8 cizgi ilə və rənglə 8 dənə rəng deyil, əslində bu 3 dənə rəngdən izafi olmayacaq. Mənim gözüm bəzən burada yaşıl da görür, amma bəlkə bu mənim gözümün iradı ola, ondan olmuş ola bilər. 8 rənglə kitab qatlanmışmış, o rəng deyilmiş. Biri kitabın qatlanmasıdır. Çarçıvənin şeyindən kitabı qatlayıblar. O rəng hesab olunur. 7. 7 cizgi ilə və rənglə çarçıvə düzəldiblər bu yazının dövrəsinə. Səfənin aşağısında, ən aşağısında o birisi vəraq hangi kəlmə ilə başlayacaq onu yazıblar. Ondan sonra ikinci səhifəyə gedəndə, ikinci səhifənin başı təəssüflə çox, başı və aşağısı. Başı, özəlliklə başı çox kifir saxlanıbdır, pıntı saxlanıbdır və kirləndiribdir. O çarçıvə ki dedik, o çarçıvə aynı vəziyyətdə burada da yazının dövrəsindədir. Bəzi yazılar qırmızıca yazılıbdır. O birisi səhifəyə gedik, aynı şey vardı. Təəssüflə o kifir saxlamaq burada da özünü göstərir və səfəni qatlamaq da özünü göstərir. Yəni bu üçüncü vəraqdır ki, görürük, ya da ikinci vəraqdır görürük ki, səfəni başdan ayağa qatlayıblar. Niyə? Bilmirəm. Bu birisi səhifədə yoxdur. Bunun da başına, kitaba su gəlibdir. Kitabın başına və qırağına ehtimalən aşağı, üst başı və qırağına adca, bir də aşağısına su gəlibdir. Bu vəraqda, yəni ehtimalən bu ikinci vəraqdır. 2 səhifə əvvəldə, yəni bu səhifə və bu səhifədə təsvib var idi və çarçıvə var idi. Bu birisində də təsvib yoxdur, fəqət çarçıvədir. O birisi vəraqa keçəndə dahi təsvib yoxdur, çarçıvə yoxdur. Və kirli o su da hala görsənir, davam edir. Xətt də adcacan dəyişir. Adcacan dəyişir və yenə qeydir əslinə. Yəni burada xətt şeiridir ehtimalən. Şeirin əl yazması dəyişir. Sonra yenə düz yazıya keçəndə qeydir o əvvəlki yazıya. Çox gözəl bir yazıdır. 150 səhifəlik bir kitabla qarşı-qarşıyayıq və 150 səhifə PDF-də görsənir. Bəzi qırmızı yazıları da görürük ki, rəngi daşıb tökülübdür qırağına, amma yazıya xəsarət vurmayıbdır. Kitabın getdikcə su gəlir içinə. Nədənisə o yağış yağıbdır ya nə olubdur, su gəlir üzdən aşağıya və bu səhifədə, yəni 77-ci səhifədə gəlir kitabın ortasına can keçir. Amma kitabın Şirazə tərəfinə su keçibdir. Bunu da gördük burada. Bəzi kəlmələri dediyimiz kimi qırmızı ilə yazıblar, o önəmin göstərir. Burada bir haşiyə də görürəm, amma bu haşiyə nə üçün yazılıb burada? Ayrı bir xətt ilə və soralar yazılıbdır. Ehtimalən çox bir cümlədən də izafi deyil.
Kitabın əslində 3 yeri boş qalıbdı və o su gələn yerdə xoşbəxtliklə o boş qalan yerə xəsarət vurubdu. Kitabın yazı bölümünə xəsarət vurmayıbdı. Kitabın səfəsinin də bəzisi sarıdır. Burada kitabın ortasına su tökülübdür. Həm də səhifə qatlanıbdır. Səhifə qatlanıb, qeytərirəm arxadan bir də gedirəm. Ehtimalən bu sarılıq, ehtimalən %100 deyə bilmirəm. Bu sarılıq ki, səhifədə vardı, sudan ola bilər. Ki, səhifənin küldən su tutmuş ola bilər, saraldar. Burada da ona bir əlamətlər görürük, amma məncə kitabın özünün rəngi sarıdır səhifənin. Bəli, su gəlməni burada daha kamil görürük ki, göl gəlib durub kitabın ortasında. Amma cövhər o qədər gözəldir ki, o suyun gəlməsi ilə, orada qalması ilə, quruması ilə o cövhər belə rəh verməyibdir qıraqlarını. Bəzi kitablarda gördük ki, rəh verir, amma özü dağılmır. Burada əsən rəh də verməyib, özü də dağılmayıbdır. Yəni qərə çıxmayıbdır. Kitab elə orada görürük, gəlib kitabın ortasına qədər su, ehtimalən elə o birisilərdə də gəlib, amma onlarda qəşəng quruyub ya nə olubdur, görsənmir, burada görsənir. Kitabın nədən isə ehtimal, indi burada bir ehtimal da daha gəlir. Əcəba bu kitabı bir ayrı səhifəyə kəsiblər yapışdırıblarmı? Çünki bu kəsik səhifə dediyim bəzi yerdə vaqəən kəsik görsənir, amma bəzi yerdə yoxdur. Yəni məsələn buralarda yoxdur. O qatlanmış dediyimiz yer bunlarda yoxdur, amma bəzi yerdə vaqəən iki rəh də görsənir. Kitaba burada buna baxdığımızda, yəni bu neçə səhifəyə şimdi baxıram, kitaba 1, 2, 3, 4 dəfə su gəlibdi. Bunu indi burada görmək olur ki, bu kitab 4 dəfə qurbanqaha gedibdi, amma qurban olmayıbdı. Allaha şükür ki, bizə miras olaraq gəlib yetişibdi. Və burada o suyun nədən isə sarı rəng buraxdığı çox görünür o birisi səhifələrdən. Əvvəldə də var idi. Burada da indi axirə yetişmişik. Kitabın axiridir. Burada da görürük. Kitabın sonuna gəldik. Bu sonra oxuyarıq buranı. Mən buranı oxumaqdan getməyəcəm. Ağ səhifələri getiririk ki, əvvəldə 3 dənə idi. Burada da 4, 5 oldu və aynı rənglə kitabın cildinin içindən 2 dənə və cildinin eşiyi Şirazədən əks göstərir. Qədim kitabları oxuyanda buna görə ki, əl çox vurulmasın, şey olmasın, arasına bir xəlvərçin qoyardılar ya da bir dənə parça qoyardılar belə. O kitabın hangi səhifədədir, onu oradan ələ açardılar, belə götürərdilər. Çox gözəl bir iş idi. Mən o kitablardan görmüşəm, özümün də gərək ki, kitabxanamda olmuş ola. Kitabın qırağını görürük, su gəlmə, bu kitabı nə cür köhnəldibdir, nə cür kağızları əyibdir, onu görsənir və kitabın səfəsinin qalinliyi görsənir. Nə qədər qalindir. Yəni, mən bəzən bunu bir dəfə Günaz TV-də bir bəhs eləyəndə Şahnamə haqqında demişdim. Burada da bir dəfə təkrar edeyim. Bir kitabın qalinliyi səfhələrin, o vərəqlərin qalinliyinə bağlıdır. Və səfənin qalinliyi tarix boyu kağızın sənətiləşdirdikcə, təxəssüsləşdirdikcə nazikləşməyinə gedir. Yəni əvvəldə çox qalindir. Sonra yavaş-yavaş zərifləşir, gəlir, çox nazik olur. Və burada da biz bunu görürük səfələrin qalinliyini. Yəni məsələn, bu kitab 150 səhifədir. Hər səhifədə neçə kəlmə yazılıbdır. Çox bəllidir, aşkara, aydın, bəllidir ki, məsələn bu qeysaq bir burada bəllidir. Neçə sətirdən ibarətdir? 2, 4, 6, 8, 11 sətirdən ibarətdir və hər sətirdə də 1, 2, 3, 4, 5, 6, 7, 8, ehtimalən 10 kəlmə ola bilər. 10, 9, 12 bu arada fırlana bilər kəlmələrin vəyi də hesablayıram, bəri də hesablayıram. Bunları hesablayaraq ola bilər ki, 9 ilə 12 arasında ya 8 ilə 12 arasında gəlcə deliyə kəlmələr. Bu bunun. İndi buna 150 səhifə olsa bunu hesablamaq olar. 11 sətir, bunu çarpsaq 11, 12 kəlməyə belə çox çarpsaq, bu 12 kəlmə, onu da çarpsaq 150 səhifənin də əvvəldə 5 səhifə orada deyək boş idi. 7-8 səhifə, çünki
bir səhifələr vardı, kitabla ilgisi yoxdur. Onlarda da yazılı vardı, amma kitabla ilgisi yoxdur. Axırda da bir 7-8 səhifə o cürsə görsək ki, bunları görürük. Məsələn, səfələrdir bu. Bunları görsək, bunları çıxsaq qırağa, kitabın yazı bölümünü fəqət nəzərdə tutsaq, bu böyük bir kitabdır, 150 səhifə. İndi olar, məsələn, deyək ki, 140 səhifə, bəlkə də az olar. Mən bunu bir də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada 10 səhifə buradan, bir də əvvəldə bunun belə bir vəziyyəti var idi. Ağları çıxanda deyirəm, ha. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu 10. 10 hələ deyək. Bu Yusuf, sahibi Yusuf ibn Nəmənədir. Bu da düşməyibdir təəssüflə. Ehtimalən bu da kitaba ilgisi yoxdur. Bəlkə istəyirəm deyəm, xəttatın, yazanın adı olar, amma sahib yazdığı üçün, yəni bunu alan adam. Deyək, 10 səhifə, 10 səhifə əvvəldən axırdan çıxsaq, bunun yazısı qalar 130 səhifə. 130 səhifəni sətirlərə vursaq, sətirlərin hərflərinə vursaq, gələr ki, bu neçə kəlmədən ibarətdir və bunun qalinliyini də ölçə bilərik ki, nə qədərdir. İndi bir dənə şahnamə yazılıbdır. Bu şahnamənin hər səfəsində bir dənə şeir qoysaq və onu eləsək, və o zamanın kağızların, hətta kağız desək, yəni dəvə deməyək, dəvə dərisi, ya inək dərisi, ya qoyun dərisi, ya keçi dərisi, bunları deməsək, belə desək ki, kağızda yazıbdır. Bunun qalinliyi əvvələn gün olsa 1 milimetrdən çoxdur. Yəni 1 milimetrdən %100 çoxdur qalinliyi. Kağız da olsa mümkündür ki, ikisi 1 milimetr olar. İkisi 1 milimetr olanda hər 10 danası, hər 20 danası 1 santimetrlər. Hər 20 səfə. İndi bunun əgər 1000 səfəsi olsa, ən azından 1000 səfə 550 santimetr bunun qalinliyi olar. Ən azı. Amma əgər getsə hərəsi 1 milimetr ən azından olsa, ki, məncə ola bilər, bu kitabı ölçsək bilərik. Yəni, bu kitab mənim əlimdə olsaydı, ölçərdim, deyərdim ki, bunun qalinliyi nə qədərdir. Mikrometrlə də, ya məmuli ilə santimetrlə də ölçsəz, bu gələr ki, bunun qalinliyi nə qədər? 150 səfə, məsələn, 3 santimetr olsa qalinliyi, cildin çıxsaq əlbəttə, 2 santimetr olsa, onda bu bəlli olar ki, məsələn, hərəsi 1 santimetr yarım, məsələn, ya 1 santimetrdən biraz az, ya çox, məsələn, qalinliyidir. Bunu vurun geçsin, çox böyük bir kitab olar, çox ağır. Hər halda gedək, indi öz kitabımıza başlayaq, görək. Bunun adın Tarix-i Usmani yazıblar, amma biz buna bir dəlil buradan görmədik. Yəni, kitabın adında, kitabın üstündə belə bir ada rastlaşmadım mən. Amma burada yazmışdı ki, Sədüddin Xoca Əfəndi bu kitabı yazıbdır. Yazar Sədüddin Xoca Əfəndi. Tamam. Bunu buradan gördük. Kitabın tarixi haqqında burada bir şeylər yazıbdır, amma mənim Fransa olduğu üçün 1976 bunlar nə deməkdir bilmədim. Kitabın cildini gördük. Dedim, çox gözəl bir cildi var. Cildin içindəki nəqqaşı, məhşər bir nəqqaşısı var. Su üzündə çəkilən nəqqaşı ki, Osmanlının hər təməddün özünü, təməddünü hardan tanırıq? Nişanlarından. Nişanlarının biri nəqqaşisidir, memarisidir, şəhərsazlığıdır, kitabların yazılması, bəzənməsidir, paltardır, daha nə mənə. Yazma, əl yazmanın özü, modeli. Bunlar qədim şeylərə baxanda bunları görürük və onların üzrə təşxis verə bilirik. Burada bir yazılar yazılıbdır, bunları da görmədim. Tuturuq, gedirik sahib, nə mənə bunu da oxumağa çalışdıq, oxuyamadıq. Kitabın özünə girək. Bir Ruzi firuzi, məsərrət ənduz,
ki طایری زرین جناح وقتی sabah cemal Dilfiruz ilə məsələn Dilfiruz nöqtə qoyubdu, ondan sonra ilə gəlibdi, amma bu bir-birinə yapışmaqlıdır. Eylə pərvazgahində pərvaz gahində pərvaz edib cəhani roşən və əhl zamanı şadman و şən etmiş idi mehri sipehri məcdü iqbal səriri səadət məsiri cahü cəlal də cəlal, yenə burada cəlal də arı ilə yazılıbdır. Cahü cəlali də təcəlli etməklə deycuri qəmdə nuri sururidən məhcur olan şikəstə dillərə təsəlli və davəri murad آور Sultan Murad Dadgستر kitap onun zamanında yazıldı. Şah-ı Xavər gibi məğrib ixtifaya güzər etməklə müşəvvəş və mədhuş olan siyah puşlər dəruninə xar qəmdən təxəlli gəlib fəzai qulubidən xaşaçi غم məslub غم sözünə hərəkət qoymayıbdır. Məslub və müqarinət yaxınlıq və müqarinəti suudi şəkli əvvəl müqəddəmələrinin iqtirani gibi müntəc qılıb oldu. Yəni səni 55 və 800 855-ci ildə belə bir şey olubdur. Kimdir bu? Məhərrəmin 16-cı günü sərii yəni kim bu acaba bu adı nə idi dedi? Sultan Murad. Burada Murad oxudum mən yadımdan, niyə yazmadım bunu? Sultan Murad Dadgüstər yazaq görək şey. Bunu bizə acaba bu şey deyə biləcəkmi? Sultan Murad Dadgüstər adlı Osmanlı şahı kimdir ki 800 neçə oldu? Yəni səmanə 900'dür. Səmanə ki səneyi 55 və 800 ki səneyi 55 və 800 doğulmuş olubdu. Oldu. Yəni 5 Məhərrəmin 16-cı günü sabi'i qiyasəri İslam məsnədnişini əzz و احتشام ناصب رایات سربلندی صاحب آیات ارجمندی شهریار دادگستر و داوری هنرپرور مگنن قوانین عدل و احسان معین مراتب اشراف انسان گریری سریری سرافرازی ابوالفتح والغازی سلطان محمد خان غازی اکرمه الله بأسلافه و مد بإقبال زلال اخلافه حضرتləri ki şərəf eyvan şərəfi cilvecah keyvanیدن ارفع و ساحه جودی فضای وجودیدن اوسع ایدی خطه زمین آفتابی عدلی افاظه سیله نمودار بهشت و تعمیر مبانی دین üçün معمار همتünün əvvəli yıqdığı deyr o künişt idi. Tamam, pəs bu adam indi burada 2 dənə sultandan danışdıq. Yox.
Sultan Murad və bu Sultan Məhəmməd Qazi kimdir? Və Sultan Məhəmməd Xan Qazi və onunla Sultan Məhəmməd Xan Qazi arasında necə bir bağ var? Görək bu haqda bir şey deyir, yoxsa yenə də cavab vermir. Verdi cavab. Osmanlı tarixinin pərdələri arasında Sultan Murad Dadüstər yaxud Osmanlı qaynaqlarındakı məşhur adı ilə Sultan Murad Sani II Murad ədaləti və dövlət yönetimindəki həqqşünaslığı ilə tanınan bir padişahdır. İkinci Murad dedi bunun adına. Sultan Murad Sani ilə Sultan Məhəmməd Xan Qazi Fatih Sultan Məhəmməd arasındakı bağ və səneyi 855 Hicri yılı ilə ilgili ayrıntılar böylədir. Ayda gətirmədi qalanı. Tamam, deyək ki, bunu götürdük, aparaq qoyaq bu şeyə, bu görək bu nədənsə mən bunun ChatGPT-nin yazılarını çox sevmirəm. Nəinki sevmədiyim, Məhəmməd Xanı qələt yazmışam. Sultan Murad Dadüstər adlı Osmanlı şahı kimdir ki, səni 55 və 800 və onunla olub deməyək, qoy qalsın deyə. Və onunla Sultan Məhəmməd Xan Qazi arasında necə bir bağ var? Tamam, görək ki, bu gəldi ya yox, bu calib idi mənim üçün. Əcəba. Sultan Murad Dadüstər kimdir? Dadüstər ləqəbi ədalət yayan deməkdir və Osmanlı padişahları üçün bəzən işlənilir. Bu ibarət qalibən Murad-ı Dovvuma işarə edir. Murad Sani səltənəti 855-ci ilin səltənəti 824-cü ilindən 855-ci illər arası, yəni 26 il. Vəfatı 855-ci ildə də vəfat edibdir. Ədalətli olduğu üçün bəzi mütunlərdə Dadüstər deyə anılır. Bunu yazaq. Ehtimalən bu kitab onun dövründə yazıldığı üçün. Səneyi 55 və 800 nə deməkdir? 55 55-dir, 800-dür, cəmi olar 855. Bu tarix Murad-ı Dövvümün vəfat tarixidir. Sultan Məhəmməd Xan Qazi kimdir? Məhəmməd-i Dovvum aiddir. Murad-ı Dövvümün oğlu, İstanbulun fatihi, səltənəti 855-ci ildə başlayan, 886-cı ildə qutaran, heyvan, əcəb Allah buna bir uzun ömür versəydi, bu günlər indi Avropa bizim torpağımız olmuşdu. Buna narahat olmayaq və gülməyək. Yəni, gülmağın bu dişi, yəni sevinərdim belə olsaydı. Avropalılar, şahları heç birisi Kanadaya gəlməyiblər. Heç birisi Astraliyaya getməyiblər. Heç birisi Hində getməyiblər. Yəni, savaşmaq üçün getməyiblər. Amma orduların göndəriblər, Hindistanı alıblar, Kanadanı alıblar, Astraliyanı alıblar və indi də onların əlindədir. Cəlibdir, bunun haqqında taza bir teoriya yetişmişəm. Ki, bunlar nədir olub, bunu bu cür hala, məsələn, Kanada bundan belə ki, zahirən müstəqillidir, amma torpaqlarının 98%, yox, üzr istəyirəm, 88 ya 87% hələ feylən İngilistanın şahınındır. Onun mülkü hesab olur. Və onu burada satırlar, icarəyə verirlər, mənfəətləri yüzdə neçəsi gedir ona hala. Yəni, oradan gələn gəlirlər, ağac olsun, mədən olsun, su olsun, hər nə mənə ki olur olsun, onların
mənfəətinin yüzdə neçəsi gedir onun, yüzdə yadımda deyil, bunları demişəm öncədən, gedir ora. Nə olardı ki, biz də alıydıq, yəni biz də güclü olan alır. Amerika görürsünüz güclüdür, necədir, hər yerə alır, yəni. Bu ki zəiflik bu bizim gücümüz, şeyimizdir, günahımızdır. Bu ki Amerika qəvidir, ya İngilistan qəvi olub bir zamanlarda, ya Portugal, ya Fransa, ya o birisi, ya burası, o onların günahları deyil. O bizim günahımızdır ki, biz qəvi olanmamışıq. Biz bu günahı arxada qoymalıyıq, getməliyik qabağa. Və əgər qərarlı bu dünyada torpaqlar alınsın, niyə biz almayaq ki? Yəni, bu mənim üçün sualdır. Nədən biz bu qədər insansevər olmuşuq? Əlbəttə ki, yaxşıdır. Yəni, belə oldu ki, bu Murad Sani çağ yazsaq buna. Çağ Sultan Murad Sani və onun oğlu Sultan Məhəmməd Fatih bu kitab üst-üstə o tarixdə yazılmış olsa cəlibdir. Gedək kitab oxuyaq. Bu görsətmir, bunu bağlayaq. Biraz getdi də qalmadı. Sultan Məhəmməd Qazi Həzrətləri zamanında bu kitab yazılmış olsa 855 dedi. 855 Hicri. Gedək nəzm. ساخت از چوب صلیب کافری منبر اسلام و تخت سروری رایت دین را به گردون برافراخت شمسه رایتی ز جرم مهر ساخت ز جرم مهر ساخت صبح شرع از تیغ او بنمود چهر شد ز عکس تیغ او روشن. İndi burada farscanı yazanda səs qoymayıb üstünə. Bir-iki yerdə səs qoyubdu, qalanlarında qoymayıbdı. Amma gedək limuəllifihi, yazan bir şeir deyibdi. Rəhbəri fəth oldu, zilli rayəti, nəqşidir ana, fətəhna ayəti, tiğ ali etdi, gərduni xəzab, rübgeyi hökmünə girmişdir رقاب çafəri kəsr eyliyib əsnamini çafərin kəsr eyliyib əsnamini etmədi ibqa çəlipanamini. Çəlipa dedik ki, böyük Allah bu anlama gəlir. Rəşk-i şahan cahan olan futuh ədli-i əyyamində etmişdir rusux. Cümlədən Qüstəntəniyyə şəhrini fəth edib verdi Qəzatun bəhrini. Ehtimalən beləsi oxuyacaqdır. İki gözlü heynəndə əlbəttə. Eyliyüb dərvazı-i ehsanı baz, rayəti elmi ol etdi sərfəraz, ibtidai şövkəti Osmaniyan ol şəhün dövründə olmuşdur əyan. Bəhr cudinə sədəf kəşfi sual, kəffi sual, bəhr cudinə kəffi sədəf kəffi sual, bir-birinə bərri bərinə nəvali abi zulal. Kimsə yox dövründə kim ehsanini, kimsə yox dövründə kim ehsanini görməyib pür etmədi damanini. Bəhr-u kanindən cud و ehsani fuzun, ric səhradan sənaxani fuzun. Harfinin hər pərtuvi əksi fərəh, xətti həkk edər dildən tərəh. Elm-i irfani kani idi dərcəhi,
elm irfan çani idi der cehi, bezli ile çiseler oldu tehi töhi. Boş. Bəxşiş etsə kül gibi xəndan idi. Bəxşiş etsə gül gibi xəndan idi. Hər necə mət olsa səd çəndan idi. Nəsr. Şeirdən geçti. Bunu o kitabı yazan öz şeirini yazmıştı. Üstəki farsça ayrı adamdan yazmıştı. Nəsr. İmdad vahibil murad ilə sariri səltənətə cülus edib əcdad dad istinad və abai əmcadi cənnət məadləri məsləkinə suluç və məzaid iqtidarları ilə istixdam hükkam müluk edib نسیم معدلتləri دماغ عالمیانه ساری و فرمان لازم izanləri afaqdə cari olacaq. Yenə beyt. Sariri səltənət əşnun yenə farscadır burası. Konat sərəfrazi kesayi bər sərəş əfkənd xusruv qazi. Buradan getirəm. Qutardı. Elə bu qədər imiş. Nəsr. نویدی ادای غم زدایی نویدی ادای غم زدایی مبشران عالم غیبی ile مسامع عالمیاندن عالمیانه Calipdir. Burada alemiyan, o ne, alemiyan ne heç qoyacaqdı. Onu dal kimi yazıbdı. Üstündə bir kiçik gözəl hey yazıb. İki gözlü hey yazıbdı. Çox calibdir. Nəsr. Nəvidi ədai qəmzudai mübəşşiran aləm qeybi ilə məsami aləmiyanə vüsul bulub əhli ruy zəminidə olan çin o cəbin. Çin o cəbin bu alındakı qırışlar. Cəbin alına deyir. Çin cəbin bu alının qırışları. روی زمینdə olan çin cəbin bərtərəf və qudumi behcət lüzum yerin yeri bir alına bənzədir ki, onun üstündəki şeylər, qırışlar ki, narahatlıqdan gəlirdi insana. Bir şey narahat olurdu, qırışladırdı. Görüm qırışlada bilsəm. Bir yol. Bu deyir ki, getdi aradan bu fəth olmaqla. Bərtərəf və qudumi behcət lüzumi Xosro Rum ilə qəsr Qeysəri pürşərəf olub tuti natiqə bəvadiye dilgüşa ilə mütəkəllim oldu ki. Nədən isə burada bu bölümdə bəzi kəlmələrə səs qoydu. Yəni hər hərfin üstünə qoymadı. Bəzi kəlmələrdə hər hərfin üstünə qoyur, bəzi kəlmələrdə qoymur. Beyd. به تخت شاهی آمد خسرو روم شده ایمن ز ظلم ظلمت آن بوم و عندلیب خوشنوا bu نغمه سرور افزا yok و عندلیب خوشنوا bu نغمه سرور افزا ile müterənnim oldu ki beyt نشسته شاد با بختی مؤید به تختی خسروی سلطان محمد خسروی olacaqlar. Bir də xosrovi yazıbdılar. Xosrovi. Nəsr. Hengam culusi səadət mə'anuslərində sinni şərifləri 22-yə vüsul bulmuş idi. Quvay təbiiyyələrinin zaman istilası olub əxlaq həmidə və mələkat pəsəndidə izdiyadinin hingami və niknami təhsilinin əyyami olmağın İbtidai, tulu'i, təbaşiri, subhi, iqbal, səadət məalilərində bəzl imal və nəvaziş əshab kəmal suyunə buyurub ərkan qeysəri və əyyan ağustan pədəri riayətində əs-sabiqun məzmunini mədar əməl və füzəlai kümməl توگیرینی کمل okudum çünkü özel beləsi səs qoyubdur. Kümməl توگیرinin توفیرینی mükəmməl eylədi və hər diyar و کشور danışverlərin
pay səriri dövləti məsirilərinə gətirmək tədarükün görüb qullab iltifat ilə cəlb qulub افاضل اقتاری کمند احسانه بند edib کشان کشان آستان عالیشان صوبinə gətirdilər. Sob paltar hesab olur. Və neçə oftadəyi dəst inayət ilə xak məzəllətdən götürdülər və diyar Rum əcdadi məkarim rüsumləri nəvaziş ilə müqərrir ərbab ulum və məatif əshab fuhumi kən təkəssür ulemaya məzid rəğbətləri olmağın dam ikram ilə Mevlana Ali Quşçinin murğ dilin seyd və risman ihsanın ihsan ilə qeyd edib ol راصد آسمانی ایگان و تحقیق و قاصد مقاصد اذعان و تدقیق ناسخ ذکر حکیمان ماضی و راسخ فنی ریاضینün hingam qudumunda bir mərhələsində yomi 1000 akçə gününə 1000 akçə verilmiş. Biz bunu sonralar oxuduq ki bir dənə alim gününə 58 akçə alırmış ki hesabladıq. Məsələn bugünkü gününə neçə milyon neçə min dolar elir. Neçə min dolar elir. Ya neçə 100 dolar yadımda. Bu indi 855-ci ildə bunu baxaq. Çıxadaq. İndi 1447-ci il deyirik. Əgər bundan çıxsaq 855-ci ili 592 il öncə gündə 1000 akçə verilmiş. Gününə. Yevmi 1000 akçə təyin buyurub Səlatin Əcəmdən üşr aşirini müşahidə etmədiyi əta və ihsan ilə bəhrəmənd etdikləri riayət alim uləmaya məzid ehtimamlərinə dair də edikən dairədə edicin mübəyyən və tərvic ulumə səy cəmilləri müqarinətin müəyyəndir və Mevlana Ali Tusi ki Ərran ilə müqəlləb idi, adı Ərranmış. Məzhər ehsan. İndi burada bu iki adamın, bu adam Əli Quşçu. Görək bu Əli Quşçu haqqında nə bizə deyə bilir. Əli Quşçu kimdir ki Sultan Fatih Məhəmməd çağında yaşayırmış. Görək bunun haqqında bizə bir məlumat verir. Şimdi bu böyük bir insan. Riyazi bilənmiş əlbəttə. Deyir ki, Əli Quşçu İslam Türk elmi dünyasının ən mühüm alimlərindən biridir və vaqəən Məhəmməd-i Dövvüm dövrəsində İstanbulda fəal olmuşdur. Həyatı, doğumu 805-də doğulubdur Səmərqənd ətrafında. Vəfatı 879-cu İstanbulda olubdur. Yəni həm Sultan Məhəmməddən qabaq doğulub, həm də sonra ölübdür. Allahın rəhmətinə getdi. Kimdir və nə iş görüb? Əli Quşçu riyaziyyatçı, nücumdan astronomi, kəlam və fəlsəfə alimi olub. Xassə Uluğbeygin Səmərqənd rəsədxanəsində yetişmiş birisidir. Səmərqənd dövrəsi. O, Səmərqənddə yoldaş olduğu alimlərlə birlikdə nücum cədvəlləri, zicləri, elmi təhqiqatları aparmışdır. Bu mühit İslam dünyasının ən qəvi elmi mərkəzlərindən biri idi. İstanbula gəlişi sonra Səmərqəndidə siyasi qarışıqlıqlar səbəbi ilə Osmanlıya getmişdir. Fatih Sultan Məhəmməd onu böyük ehtiramla qarşılamışdır. Fatih dövrəsində rolu İstanbulda mədrəsələrdə dərs verib, elmi islahatda iştirak edib, nücum və riyaziyyatın gəlişməsinə böyük təsir göstərmişdir. Fatihin qurduğu elmi nizamın əsasi memarlarından biridir. Onun mühüm əsərləri
Risale-i Fil Heyət Nucum haqda, Şərh-i Təcrid Kəlam və Fəlsəfə haqda, Riyaziyyat və hesaba dair risalələr yazmışdır. Səmərqənd Elmi Məktəbinin İstanbula daşımış İslam dünyasının şərqdən qərbə elmi körpüsü olmuşdur. Fatih Sultan Məhəmməd ilə əlaqəsi nədir? Əli Quşçu Məhəmməd II Məhəmməd arasında padişah himayə edən, alim, elmi rəhbəri verən bir əlaqə var. Fatih ona çox qiymət verilmişdir və İstanbulun elmi mərkəz olmasına səbəb olanlarda biridir. Əli Quşçunun, tamam, bu qədər deyir. O adam nə iş görürmüş ki, buna gündə 1000 axça verilmiş. Yəni, çox böyük puldur. Çox böyük puldan danışıyor. Deyək ki, indi buna Sultan Fatih bu Əli Quşçuya deyək. Əli Quşçuya günlük 1000 akçe verirmiş. Lütfen hesapla ki o pul o çağda ne hangi güce malik imiş ve indi hangi güce malik olabilir. Mən inanmıram ki, indi bir nəfər bu qədər pul ala bilə bir işdə. Bu buna məşğul olsun. Biz o kitabdan mən istəyirəm ki, indi daha üçün getməliyəm. Bu kitabı fəqət beləsi bir davamlayayım, görüm ayrı bir padişahın zadın adı vardı. Əl-Hübbü yetəvarü müqtedası üzərə, tamam, bu o heç bir şey deyil. Əl-Hübbü, biraz da kiçiklədim ki, bura yerləşsin. Sultan Məhəmməd Xan Həzrətləri. Raviyan əxbar və bunu oxuyayım görüm burada nə yazıbdır. Çünki burada elə bir şey. Ağaz qissə. Raviyan əxbar dilquşay Osmani və naqlan asar behcədəfzay Məhəmməd Xani bu vəc üzərə qissə pərdazi və tuti şirin zəban kilki ilə bu silk üzərə dəmsazi etmişlərdir ki, ol Sultan Qazi Ədirnə təxtgahində calis sariri sərfərazi olub liva'i سعادت التوای جاه و جلال و مجد و اقبالləri rəfət pəzir və avazi səltənətləri afaqgir olacaq. Muluk və hükkam ətraf beyətlərin təcdid və məbani itaətlərin təmhid etmiş ikən fərman oğlu İbrahim bəy yuridun liyutfə nurallah məzmuninə ma sadaq olub Cəbini səadətgərin Sultan Məhəmməd nümayan olan furuğ din Məhəmmədi və pərtöv iqbal sərmədi asarini səhifə-i ruzigarədən müntəfi və dövlət-i xudadad və bəxt-ü madərzadləri çərağını nəfs sərdi ilə müntəfi etməgə səy bəliğ və havaxahi olan ətraş napaçə daiyə dərunisini təbliğ edib əlleylətü cübla məzmuni üzərə görürük ki, yenə Sultan Məhəmmədin haqqında danışır. Bu buna gəlir ki, əgər bir ayrı şahın hikayələrini yazılmışsa Osmanlı deyil. Bu kitabın adı iştibah yazılıbdır. Kimdir bu? Burada bir tarix yazılıb, tarixə də baxaq. Deyir ki, bu vəcilə bu Qazi padişah sədd edib düşməni kəştilərinin yolun bağladı və
Tekürdülkülük cigərin dağladı. Bu bir dənə adamın adı. Tekür dilgürün. Dilgür kimdir? Bir adamdır. Bu tekvirdir. Tekvirdir. Nədir? Adı bilmirəm. Və itmam-ı bina sənə-i sittə və xəmsinə və səmanə mi'ə 856'da müyəssər oldu və Ağ Çaylı oğlu Məhəmməd bəy Fərman Sultan ilə İstanbul ətrafını qarət edib dəvvab məvaşisini sürdü və biruzi hisarıda bulduğu küffarı əsir və qayağmayin və əmayin bi hesab ilə qarətlər sir eylədi. Tamam, bu hələ feylən o kitabın haqqındadır. İstəyirəm ki, biraz Müsəxxərçəldən Qüstəntəniyyə, o gəlir oranın fəthinə görə danışacaqdır. Burada bir şey yazmış, Şakirin Lanəmə o şey haqqındadır. Bu mənə belə gəlir ki, Sümmə yəftəhu ləkumur Rum ayəsini şey edir, Fəthi Qüstəntəniyyə, Məlhəmi Uzma Fəthi Qüstəntəniyyə. Bu kitab Tarix Osmani deyil, bu qələt yazılıbdır. Ərz eləyim ki, mən kitabı sürətlə oxuyuram. Hər birində bir səhifələrindən oxuyayım. Burada biraz geçəldim, bunu oxuyayım. Guşe suruş olur və hər minar güya bir çınar sayidar ki, üstündə bülbülan gülüstan təqdis و təfrid şam و səhər təğrid edər. Əbnai zaman ol Mədinə həsinə hizanətində olmağın ümmü dünya ilə təlqibə səzavardır və qəraib asara iştimalilə ucube ədvardır. Müheyyir uqul olan şumulat məqbuləsinin biri taq buləndi rəvaq ehdaq huzzaqi müşahidi futur və futuridən. Bu iki dana futur, biri iki nöqtəli teynədir, biri dəstəli teynədir. Fərqli anlamları vardır. Təciz edən Ayasufya Qubbəsidir ki, məzidi tənasub və istilami üçün təhdiq bəsər və təliq nəzər edən dəqiq şinasləri kitabəsində fəərcəul bəsərə həl tərə mən fətəmur ayəti didə dövlət ilə müşahidə edərlər. Tamam, görürük ki, hələ feylən bu yenə şeydir, Sultan Muhammedin dövrünə aid bir yazıdır və onun dövründə yazılıbdır. Əl-Qissə, bu Əl-Qissə nə deməkdir? Əl-Qissə ol ərkani məşamix və bünyanin rasix binayı əzimin cüdrani ərbəəsi və təbəqi və fil payələri və ətrafi qübbələri və qübbi əzimə dövrəsi tamam olacaq qəsrün dəxi xəzinəsi tamam olub məsarifi mühümmi binaya sərf üçün bir həbbi qalmayacaq əmri bina müəttəl olmalı olduğundan üstün ya növiyyə heyrət qələbə edib. Etmənə o da bir adamdır, ya növə. Tamam, burada görürük ki, bir dana saxtıman düzəltməyə məşğuldur. Biraz da kiçildim ki, səfədə bir şey gözümüzdən qaçmasın. Cili Əl-Qissə bu Sultan Məhəmməd Fatihin hikayəsidir dostlar. Bunu iştibah yazıblar Sultanlı. Tamam, gəldik bura. Pəs kitabın adı Tarixi Osmani deyil. Bunu şey elədik. Yazaq buna biz. Tarixi Sultan Məhəmməd Fatih. Bu qədər görər. Adı yəni bu qədər görər. Səfənin sonuna gəldik. Bu səfənin sonundan iki səfəni ən azından oxuyum, qutarım.
tö'me-i taun oldu. Yüz netin dəxi xaç و tin içrə nəhان olub əyan şəhridən bir əhəd qalmadı. Qalani dəxi pərakəndə olub şəhri xali qaldı və bu vəqayi Ali İsa əleyhissalam viladətindən müqəddəmdir. Ol demədək muluk Rum sabiədən idilər. Avthani kəvakibə ibadət edərlər idi. Ol məsneddişin tarım aləm əflakə suud etdikdən sonra Qüstentenin nam bir padişahi ba ihtişam peyda olub tənsür eylədi və tərvic din nəsara qusarayı himməti idi. Ol şəhri təmir etməklə naminə müntəmi oldu və Qüstentiniyə ismi ilə iştihar buldu və Sufiya nam xatuni vəfat edib bənati səlatinidən olmağın əmvali kəsirəsi qalıb anun müxəlləfatı ilə vəsiyyəti mucibi üzərə Əyasufiya bina olunub. Anun üçün böyle təsmiyə olundu və bəzi rivayətdə ol sumaqi sütunlara edincikdə tamaşalıq deməklə məruf olan binayı Süleymaniyədən nəql olunmuşdur. Vallahu Teala ələm. Kitab qutardı. Tarixsət burada görmürük, amma tüm kitab Sultan Məhəmməd Fatihin haqlarında yazır və o dövrdə yazılır. Mənə görə gəlir ki, yazar o dövrdə bunu yazıbdır. Amma gedək görək ki, bu kitab o dövrdə nə min idi? Bu məsələni hesablamaq üçün, yəni o 1000 akça gündə verir, onu dedik hesablasın. O zaman gücü nə idi, bu zamanın gücü nə olar? Bu məsələni hesablamaq üçün bir az tarixi iqtisadi qiyas lazımdır. Çünki akçanın dəyəri zamanla çox dəyişib. 100 akça o çağda nə demək idi? 100 deyildi ki, 1000 idi. Mən burada 100 yazmışam, bunu değiştirim. Tamam. Tazaşdan bunu yazsın, biz də bunu Tazaşdan oxuyaq. Ah, bu da işləmədi. Nə oldu? İşlədi. Sultan Fatihin Məhəmməd Dovum Əli Quşçiyə gündük 1000 akça verməsi Osmanlı mali tarixinə görə çox özəl və böyük üləma maaşı hesab olunur. İndi bu rəqəmi həm o zamanın daxilində və həm də təqribi modern dəyərlə hesablasaq, o zamanki günlük dəyər, o zamanki günlük dəyər, günlük 1000 akça gündə, aylıq 30.000 akça, illik 365.000 akça. Osmanlı meyarlarına görə Cansir adi əskər, Cansir yazıbdır, adi əskər, Çerinin Cansiri, Cansir adi əskər günə 2-3 akça alırmış, gününə. Bir dənə adi əskər. Mütəvəssit divan məmuru, orta bir məmur 5 ilə 15 akça arasında alırmış. Bəylər bəyi, vəzir fəraqi, yəni bunlar dəhquha yüzlər akça. Dəhquha bilmirəm nə deməkdir. Onlar yüzlər akça alırmış. Belə bir şey istir desin. 1000 akça gün sadə məmur maaşından yüzlərcə qat ziyadədir. Əmələn böyük dövlət alimi vəzir fəraqi səthi. Əli, yəni Əli Quşçu sırf alim deyil, dövlətin ən üst alimi, elmi məmurlarından biri idi. Akçanın maddi dəyəri. Akça məmulən sim, gümüş ölçüsündə idi. Təxmini bir akça 1.7 üzrəm 0.7 girəmdən, yəni bir girəmdən də 3 dənə az, yəni 10 yerə bölsək bir girəmi, onun 7'si qədər, ta 1 girəm, 1.7 girəm, 1.2 girəm olurmuş.
Yəni aktiyədən aktiyaya dəyişirmiş, vəzni azalıb çoxalırmış. 5 girəm o yüz bu yüz ola bilirmiş. Bu akçe ilə bu akçanın vəzni. O zaman üçün otala özgürlük var. Otala özgürlük var. Nə deməkdir bilmirəm. Lakin mütəvəssit olaq. Bir akçə 1 girəm. Deyir ki, bunu beləsi qoyaq. Modern sim dəyəri ilə bu gün 1000 akçə 1000 girəm elər. 1 kilo. Gündə 1 kilo gümüş. Aylıq 30 kilo, illik 365 kilo gümüş elərmiş. Qiyməti modern, yəni bugünkü gündə USD, Amerika doları ilə təqribən 1 girəm 1 doların 80 sent. 80 sent. Günlük 1000 akçə 800 dolar. 1000 dolarla 800 ilə 1000 dolar arasında gəlged elərmiş gündə. Ayda ən azı 24 min, ən çoxu 30 min. İllik 290 min dolar ta 365 min dolar. İndi siz görün ki, danışqahlarda, heç danışqahda bu pulu vermirlər. Tarixi məni. İndi bu daha bugünkü ilə hesabladıqla bu qədər bizi görər, biz bunu əlbəttə qızılla hesablasaydı daha da yaxşı olardı. Çünki indi biz onu daha rahat düşünərdik. Bu günləri bir çox kitabları açdıq. Bəlkə 6-7 kitab açdıq. Bunlardan sadəcə ikisinə bir baxdıq və bu qədər bizi də görər. Qalanların birazında sildik, hətta indirdiyimiz üçün bəzilərini oxumuşduq, bəziləri çap gəldi nəzərimizə. Hətta bu divan da ki oxuduq, nə idi adı? Divan-ı Rağib Məhəmməd Paşa. O da mənim nəzərimə çap gəldi, amma oxuduq biraz azdan çoxdan. Bəli, ən sevdiyim kitab bu günləri Sultan Məhəmməd Fatihin haqqında olan bu gözəl kitabdır. Mənim nəzərimə adı da səhv yazılıbdır. Mən bunu adını elə burada sizin yanınızda adını da çevirim. Sultan Məhəmməd Fatih harda idi? Tarix Osmani deyə aldıq bunu. Gətirək bunu dəyişdirək, eləyək. Sultan Məhəmməd Fatih. Tamam, bu qədər görər. Bugün bu qədər bizi görər. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanır.